Axşamın xeyir. Rəhmət eləsin. Rəhmət versin. Allah rəhmət eləsin. Mən bu günü gözləyirdim. Böyük inamla gözləyirdim ki, həqiqətən bizdə də belə gənclər olacaq ki, Rahim müəllimin, Rahimin böyük yaradıcılığına, Rahimin kimliyini tanıdacaqlar. Rahimin şəxsiyyətini tanıdacaqlar. Qoy Azərbaycan xalqı bilsin ki, Rahim nə cür şəxsiyyət olub. O nə cür fədakar insan olub, xalqı üçün dəyərli bir insan olub, evladları üçün də, ailəsi üçün də, hər kəs üçün, anası üçün də, bacısı, qardaşları üçün də çox dəyərli bir insan olub. Həm də mən bu cəsarətlə deyirəm. Heç kim məndən yazıçılar heyətində, heç kim məndən inciməsin. Mən deyərdim ki, Rahiminin qələmi çox yüksəkdə durur. Onun yaradıcılığı çox yüksəkdə durur. Düzdür, bir çox bədxahlar onu çox sındırdılar. Həmişə, çünki bilirsən nəyə görə sındırdılar? O sınmayıb, heç vaxt qələmindən sınmayıb o. O maddi cəhətdən çox əzildi. Onu maddi cəhətdən çox əzdilər. Hətta xalq cəbhəsi hakimiyyətə gələndə o 2 il işsiz qaldı. O nələr keçirdi, nə vəziyyətləri, nə məsəl üçün çətinliklər keçirdi balaları üçün. Çox balalarını o çox sevirdi. Evladlarına qarşı. Mənim 2-ci qızım xəstəlik keçirdi. O maddi cəhətdən, məsələn, pulu çatmırdı da, aldığı maaş niyə gedirdi? Telefonla danışığa gedirdi, Bakına əlaqə saxlayırdı. Qrankalara gedirdi, kitablara gedirdi. Bax, belə çox şeylərə o üstünlük verirdi da. Məsəl üçün, qranka bir də gördüm gəlirdi o, hər gün gələndə o kitabsız, qoltuğunda kitabsız, qrankası onu təsəvvür etmək mümkün deyildi. O gəlirdi. Balalarını da çox sevirdi uşaqların. Onları hələ körpəlikdən onlar üçün, məsəl üçün, vəsibət alsın, dəyərli əşyalar alsın, onların sevincinə sevinirdi. Məsəl üçün, imkan, ay Allah, oğlu üçün də, qızlar üçün də, bax belə. Onun 2-ci qızım xəstəlik keçirdi. Qaldı belə, Bakıya aparmaq lazımdı. 2 ay Qubada yatdım. 2 aydan sonra gördü ki, uşağım heç cür əmələ gəlmir də, qızdırma düşmür. Bakıya getməli oldu. Pul lazımdı. O ağzında qızıl dişləri vardı. Bir də gördüm ki, qızıl dişləri mən görməm, xəlbət, mən bəlkə də razı olmazdım. Qızıl dişlərini çıxarıb ağzından, aparıb zərgərə verib, heç neçəyə dəyər deyməzə, sadəcə bir yol pulu olsun. Uşaq üçün nələr, belə, tələsik. Bu belə bir insan idi, belə bir ata idi. O bir ayaqqabı alıb gətirirdisə, uşaqlarının ayağına geyindirirdi, sağdan soldan belə baxırdı maraqla. Ki, hətta aldığı ayaqqabını uşaqlarına eyinə geyindirirdi. Rahim haqqında çox şey deyə bilərəm. Mən ona əmoğlu deyirdim. Mən istərəm ki, əmoğlu deyə danışım elə. O mənim əmim oğlu olub. Anamgillə atamgil qonşu olublar. Hələ anam köçməmiş, atamla evlənməmiş, onun 5 yaşı olub. Anam deyirdi ki, həmişə deyirdi ki, bilir, mənə nağıl danış. Nağılı çox xoş deyirdir. Öz də hələ uşaqlıqdan, o uşaqlardan seçilən oyununa, danışığına, hərəkətlərinə anam da söhbət elər ki, çox qeyri-adi uşaq idi. Məsələn, vardı onun qardaşları da evdə, amma onlardan çox seçilirdi. Biz köhnə baba yurdunda yaşayırdıq. Deməli, 2086-cı ildən oğlum olandan sonra əvvəl qaynanamgillə olurdu. Sonra qaynım vardı Kiyevdə, o köçməli oldu, gəldi Çernobıl hadisəsinə görə
ailəsinə gəldi. Ona görə biz məcbur olduq. Ailə genişdir, bu da yaradıcı insandır. Buna yazmaq lazımdır, işləmək. O üçün baba yurdu vardı. Orada əmim vaxtı ilə köçmüşdü Qubaya. Ev, elə demək olar ki, heç kim yaşamırdı. Biz getdik, 86-cı ildən o evdə biraz səliqəyə sahmana saldıq. Bəlkə o evin 300 illik tarixi olar. Çox qədimi evdir. Divarları 1 metr enində olar. Bax, elə bir evdir. Getdik, ora sığındıq. Həmişə qaynanam deyirdi ki, Rahim, sən fikir çəkmə oğlum. Elə bir fiziologin hücrəsində yaşayırsan. Hər şey sənin yaxşı olacaq, hər şey yaxşı olacaq. Belə deyə təsəlli verirdi. Gedib orada yaşadıq. Daha ölümü də elə o evdə oldu. Bax, xatirimdə atam haqqında deyə bilərəm ki, bax, yenə də deyirəm, çox səliqəli, çox mədəni, çox gözəl, çox mədəni insan idi. Yəni, mədəni deyəndə bilirsiniz, başqa cür başa düşürlər. Yəni, bir dəqiqə hamı gözəl bir oxumuş insan görən kimi hamımız deyirik ki, mədəni insandır. O, mədəni demək olmazdı, qeyri-adi bir insan idi. Onun xarakteri, yəni mən indi öz çevrəmdə olurdu, qohum qardaşdan əlavə, mən özüm universitet oxumuşam, müəllimlərlə ünsiyyətdə olmuşam. Yəni, onun xarakteri qeyri-adi xarakteri var idi. Elə bir, yenə də deyirəm, o qədər o savadlı idi ki, həqiqətən də. Ona görə elə bir ki, o bu dünyaya sığışmırdı. Həqiqətən o istəmirdi. Elə bir ki, bu dünya ona həqiqətən də dar gəldi. Dar. Yəni, istəmirdi ki, elə bir getdikcə onun o qədər biliyi artmışdı ki, elə bir, o deyir, belə pis çıxmasın sözüm, insanın o qədər savadlı olur, nə olur ki, elə bir ağlı başından çıxacaq qədər, yəni, savadı o qədər üstün idi. Bir də o Nostradamus kimi dünya görüşü qabağı öncə görməyi var idi. Bax, həmişə o deyirdi ki, qabaqda öncədən belə vaxt olacaq ki, deyirdi, mən ola bilər həyatda yaşamasam da belə bir şeylər olacaq. Bax, onları bizə deyirdi. Biz belə bax, amma indi hal-hazırda görürəm ki, həqiqətən də elə o dünyada, yəni o yaşayıbsa da, amma indi hamısı öz əksini tapır. Bax, bax, adi bu telefonlar olur. Bax, məsələn, müasir telefonlar çıxıb. Heç birimiz, məsələn, bilmirdi ki, bu telefonlar. O deyirdi ki, insanların bir-birinə ünsiyyəti, bax, bunlar olacaq. Bax, bunları da belə qeyd edirdi, həqiqətən də. Bax, məsələn, qabaqcadan çox bu kompüter zamanısı insanlar o qədər, yəni, insanlar oturacaq, bir-birlərinə rahat danışacaq. Yəni, onlara hamısını o bilirdi. Çox səliqəli insandır. Yəni, onun geyindiyi paltarına bir ləkə belə düşməzdi. O qədər səliqəli idi. O qədər, bax, gəlirdi evə, öz səliqə ilə pencəyin asırdı. Yəni, biz, məsələn, balalarıyıq, incitməyib heç vaxt o bizi ki, o nəsə qalsın. Çox diqqətli, çox, nə bilim, çox istərəm onun haqqında danışmaq. Yadıma düşür, kövrəlirəm və heyecanlanıram. Həmişə mama da onu qeyd eləyib. Orada o əsər yazanda həqiqətən də bizə uşaqlar gəlirdi, biz səs-küy salırdıq. O səs-küyü bir qədər bizə deyir ki, sakit olun ki, mən əsərə girişincə. Əsəri ki, ələ aldım. Ondan sonra o biz səs-küy salaq, nə etsək də ona çatmırdı. Nə səs-küy olsun, o əsəri başlayırdı yazmağa. Deyirdi ki, gələcəyində məsəl üçün nə probleminiz olsa, hətta həyatda bir ailə quranda da, seçiminiz olanda da onu mənə rahatçılığına deyə bilərsiniz. Yəni, mən sizə kömək də edə bilərəm. Yəni, insansınız, qız uşaqlarsınız, ailə qurursunuz. Yəni, o dərəcədə deyir ki, mənə dost olun, yəni atanızam, heç bir şeyi gizlətməyin, mənə açıq danışın. Bir çətinliyiniz olanda, yəni mənə deyin. Nə olsun ki, əksinə, mən qızlarımla istəyirəm ki, qoy dost olun. Bir qadın kimi, qız kimi öz qızını istəyirdi ki, məsəl üçün, bax, o həmişə deyir ki, mən istərdim ki, mənim balalarım, qızlarım, yəni əsasən xüsusən balerina olsun. Mənə maraqlı gəlirdi. Hətta mən dedim ki, ay ata, orada balerinana da baxmada biraz açıqlıq var, belə də, yəni özünüz bilirsiniz ki, deyirdi, ay qızım, sən nə danışırsan, o sənət əsəridir. Çox gözəl, yəni sənətdir o. Yəni çox sevinərdim. Arzusu idi. Demək olar ki, onun bir arzusu idi ki, yəni biz balerina olaq. Deyir ki, mənim istərdim ki, qızlarım idmanı da bilsin. Niyə? Çünki, niyə də deyir, niyə pisdir ki? Yəni, yolda gedəndə biz, həqiqətən, biraz bizə belə qəribə gəlirdi. Deyir ki, elə bir keçən olsa, onları sataşan olsa, yəni qoy elə qız uşağı da özü müdafiə eləməyi bacarsın. Yadigar Qaranquşlar əsəridir, povestidir atamın.
Mən də balaca olmuşam, uşaq olmuşam, bilmirdim, yəni dəqiq. Elə bir sonra böyüdükcə həmişə mama belə ağlaya-ağlaya papadan danışarkən deyirdi ki, o əsər sənə yəni aiddir. Sənin üçün yazmışdı. Atan hələ maraqlanırdı, bir necə olub yazıb. Deyir, deməli bir imkanı bir insan olub. Hə, o kuklasına ad günü keçirib. Amma bizdə də papanın elə bir ki, mən xəstə olduğundan, yəni imkanı olmayıb, yəni maddi cəhətdən imkanı olmadığına görə papa da öz qızıl dişlərini çıxartıb satıb. Yəni mənə görə satıb. Bax, o mənim üçün çox dəyərlidir. Yəni mən bunu eşidəndə çox ağlamışdım, çox pis olmuşdum ki, yəni atadır da, ata hissi. Ailədə çox mehriban, çox həm ciddi idi. Yəni biz onun çox böyük zəhmi var idi. Bizdə artıq söz-söhbət olmuyor. Bir övladlar olaraq. Mənim kiçik bacım, biz elə ki 4 uşağıq, bir qardaş, 3 bacım. Lap kiçik bacım Rahimə, o da elə bir şairədir, onun bir kitabı çıxıb, bir kitabı çıxıb. İndi demək olar ki, Türkiyədə ailə həyatı qurub yaşayır, amma onunla bərabər yenə də yazı pozisiyonla məşğuldur. Elə bil daha çox onlar keçib o, nətər deyirlər, o verdiyi kimi sənətlidir, o yazı ilə bağlı bütün işləridir. O kiçik bacım da hələ demək olar ki, dünyaya gəlməmişdi də. Hardasa atam vəfata gedəndə bir hardasa üzr istəyirəm, anamın ucu boynunda idi. 5-6 aylıq hamilə idi anam orada kiçik bacıma. Adını da elə ona qoydu atamla oğlan. Demək, Rahmi onu görmədi. Amma biz 3 uşaq atamın demək olar ki, bütün o nətər deyirlərsə, xarakterinə, hər cür, yəni bütün hər şeyini gördük. Heyf ki, mənim balacı görürəm. Biz onun yanında, məsəl üçün bir böyük qızlar idik, biz onun yanında saç daramazdı, tel daramazdı. Biz səhər tezdən əl-üzümüzü yuyardıq. Məsələn, onu gözə görsənmədi. Səhər tezdən oturardı, əl-üzümüzü yuyar, saçımızı darayardıq. Əynimizə, başımızı forma verərdik, sonra gəlib sabahlayıb yərdik. Məsələn, yemək stolunda biz heç vaxtı çay içərkən səs eləməzdik. Ya boşqaba o xörək qaşığı boşqabın dibinə dəysə səs eləsin. Bizim üçün bunlar böyük bir, yəni ata tərəfindən tutulacaq iradlar. Hətta o bizə elə bir söz deyirdi ki, deyə bilərdi ki, lap əvvələ deyirdi ki, valla ondansa bəlkə bizi bir uşaq kimi bir şillə vursaydı, ondan yaxşı olardı da. İnsana o təsir eləyən, hardasa utandıran. Yəni elə bir tərbiyə ilə böyüdük. Balacığımızda bizim böyük bir dünyamız vardı. Süfrə mədəniyyətimiz tamam başqaydı. Oturuşumuz, duruşumuz. Anamla atamın da münasibətləri tamam başqaydı. Mən sizdən dönə-dönə üzr istəyirəm. Çox üzr istəyirəm. Bilirsiniz, bundan qabaq biz Sovetin dövründə, deyək ki, biz köhnə keçmişin uşaqlarıyıq da. O vaxtı müəllim bilirsiniz ki, müqəddəs bir addır, müqəddəs bir varlıqdır. Bizim orada o vaxtda elə bilirdik. İndi də elədir. Amma indi əfsuslar olsun ki, o vaxtla bu vaxtın arasında çox dəyişikliklər olub. Necə ki, müəllim yemək yemir, biz elə fikirləşirdik, içmir, yemək yemir, biz harasa getmir, nəsə belə bir şey, yatmır, yuxu görmür. Müqəddəs baxırdı. Bizdə öz ailəmizdə, anamla atama, şəxsən mən özüm, onlara çox üzr istəyirəm. Mən ailə, yəni ər-arvad kimi görə bilmirdim. Hətta dedim ki, biz dünyaya nə cür gəlmişik. Onlar o qədər müqəddəs idilər, o qədər onların davranışlarında mükəmməllik, o qədər onların davranışlarında tərbiyə, əxlaq vardı ki, İnanın ki, yəni mənim ağlıma gəlmir ki, onlar həyat yoldaşıdırlar. Onlar bir-birlərinə nəvaziş göstərə bilərlər. Sadəcə olaraq onlar ancaq mən onları şeirlə, mahnı ilə bir-birlərinə deyimlərini görürdüm. Məsəl üçün, mənim anam bir də görürsən, otururdu, atamın tarı vardı, götürürdü tarı, ifa edirdi, ürəyindən keçən bir ifanı edirdi. Anam da bilirdi də nə istəyir atan. Anam da oxuyurdu. Atan tarda ifa edirdi, anam da həmin tarda ifa olunan mahnını, musiqini, sözlərini oxuyurdu. Bir də görürdüm ki, hətta atam ərəb farslərini çox gözəl bilir, anama da öyrətmişdi. Anamla atam ərəb fars dilində bir-birlərinə şeir deyir. Bir də görürdüm ki, bir-birlərinə elə bir bəlağətə girişirdilər ki,
tamamilə insanın ruhu, insanın nətər deyirlər, hər bir şey dincəlir. Biz sən o momentdə həmin anlarda biz sakitcə dururduq ki, artıq bədii ədəbiyyatdır da, burada tamamilə başqa bir auradır. Biz bu auranı pozmalı deyilik, qulaq asmalıyıq. Yəni bax belə bir dünyamız olub bizim. Ata bizim üçün Rahim müəllim, yəni bizim atam, mənim atam bizim üçün tamamilə başqa bir insan idi. O mənim atam olmağından da əlavə o demək olar ki, insanlara qarşı, doğmalarına qarşı da çox həssas, çox bilirsiniz, işdən yanan bir insan idi. Düzdür, onu məsəl üçün o vaxtı Xalq Cəbhəsi təzə yarananda o da Xalq Cəbhəsi üzvlərində idi. Məsəl üçün baxırdı ki, hər şey daha gözəl olsun. Sonra baxdı gördü ki, yox, məsəl üçün bu doğru yolda deyil. Bir çox məsəl üçün partiya adı altında istifadə edib başqa cür öz mənafelərini güdən insanlar ora yığılmışıq. Yəni çox, hətta orada böyük bir mübahisələr də olmuşdu. Hətta demək olar ki, mən indi bəlkə bunu demək düzgündür, düzgün deyil. Hətta orada nətər deyirlər, mənim atam orada yəni onu öz əlləri ilə o gətirib çıxardan bilirsən. Mənim atam onun hətta bir nətər deyirlər, böyük olaraq bir şillə də vurmuşdu. Yəni belə bir şeylər çox olmuşdu. Bir gün oturmuşduq, bax beləçinə evdə, o da oturmuşdu dediyim kimi, ayağı dizinin altında bir diz döndürdü. Bığlarının elə bax belə bir formada. Mən də gətirdim çay qoydum ata üçün. O vaxtın qədim o hədət stəkanlar var, deyib qıraqları ağ, şüşə stəkanlar. Gətirdim, qoydum, onda da çayda o qonaq deyilən bir şeylər var, palçıqalar var belə. O da elə aşağıdadır da, çay səliqəli yerində, heç bir şey yox. Bir də gördüm bizi çağırdı ki, Gülarəm, uşaqlar gəlin bura, indi mən sizə bir şey göstərəcəm, amma nə qorxmayın, nə təəccübləməyin, sadəcə olaraq siz də görün. Biz də belə o yığışdıq, amma dedi, heç nə əl stol zadı tərpətməyin də. Dedi, çaya, sadəcə olaraq stəkana bax. Biz də belə baxırıq stəkana. O da diqqətlə başladı baxmağa. Baxdı. Bir də bunu gördük ki, həmin o stəkanın ağ tərəfində bir palçıqa belə qonaq dedik biz ona həmişə. O yuxarıda oldu. O belə qalxdı stəkanın üzərinə, başladı dövr eləməyə o çayına. Bu belə o gözü ilə nə qədər 3-4 dəfə yalan olmasın onu eləyəndə, bu gözü yorulanda bu da ortalıqda dayanmışdı. O gözü çəkən kimi həmin palçıqa yavaş-yavaş elə öz axarı ilə düşdü belə içinə düşdü aşağı. Biz onda o bizə həqiqi çox təəccüblü də gəldi. Həm də belə baxdı gətirsən bunu necə bacardım. O heç nə demək bizə. Mən indi öz aləmimdə deyirəm ki, onda o yüksək enerji, bədəndə olan o enerji kimi var. Onda o var idi həqiqətən də. Çox şey bizdən çox gizlədirdi məsəl üçün. Ola bilərdi ki, onda nəsə qəribə bir, həqiqətən də qəribə bir xüsusiyyətləri vardı. Hissiyatı çox güclü idi. Bax, ürəyimdə nəsə fikirləşirdim, heç aidiyyatı yoxdur da, məsəl üçün. Heç bir problem oldu. Nə küsməmişəm, nə bir şey. Sadəcə olaraq fikirləşirəm ki, məsəl üçün, nəyisə barədə fikirləşirəm. Həmən söhbəti mənim üzümə baxan kimi mənə deyir ki, məsələn, heç ürəyi bir sıxla gilə. Həmən sənin fikirləşin və tutduğum nə varsa onun adı ilə. Elənçinə də deyirdi. Ürəyimdə danışdığımı dilinə gətirib deyirdi, belə olacaq və yaxud da sən bunu heç üstünə gəlmir. Heç o barədə fikirləşmə ki, məsələn, tək mənə yox. Belə bir xarakteri var idi. Sonra bir dəfə də heç yadımdan çıxmır. O vaxtı bizim, yəni o vaxtı paltaryan var idi, o köhnə paltaryanlardan idi də. O da bizim yox idi, yalan nədim, o xərab olmuşdu. Onun da məcburiyyəti mətbəxdə belə qoymuşdu, belə vannada paltar yurdu. İndiyəcən yadımdadır. Biz uşağıq. Kiçik qardaşım da balaca uşaq idi. Palazın ortasında bu dərnəyə aid nəsə tikmək üçün, zat üçün belə şeylər edirdi. Kağızda nəsə düzəldirdi. Lampiçka da lüstro deyil, sadə lampiçka idi də, belə adi lampiçka idi. Nənəm rəhmətli idi, atamın anası gəlib oturub. Atam da yenə həmişəki kimi yerində oturub. Nənə danışır, söhbət edir. Ata da fikrə gedib. Birdən qalxdı ki, mən də nəsə məşğulam. Bacım da məşğuldur, Turan da. Bax, illər öncə söhbət edirəm. Evtajda qardaşım oturub elib lampiçkanın altında nəsə düzəldi. Qayıtdı, dedi ki, Evtaj oradan dur çəkil, tez cəld ol, çəkil oradan. Evtaj elə 2 dəqiqə içərisində durdu. Bizə dedi ki, siz də çəkilin lampiçkanın altından. Elə baxdı, elə saniyə çəkmədi ha. Baxdı, baxmağı ilə də lampiçkanın o patronda o şey qaldı o. Amma şüşə qırıldı da təmiz partladı.
baxdı, o partlayandan sonra gözünü çəkdi. Dedi, anasına da əmi qızı deyir. Uşaqlıqdan o ətrafda kimlərsə elə deyim, anasına. Əmi qızı dedi, mən indi bu dəqiqə sən nə deyirsən, heç birini eşidə bilmirəm. Mən çox yorulğum. Mənə biraz, nənəm də rəhmətlik belə baxdı, bir la həvlə və la qüvvətə. Bu nədir? Deyir, mən nə gördüm, arvad belə şoka düşdü. Səssiz səmsiz durdu, ayağa çıxdı, getdi. Ki, mən belə şey görməmişəm də, mən bilmirəm ki, sən nə cür insansan. O da dedi ki, sən bizim həqiqətən də deyəsən nələ axırımıza çıxacaqsın. Bir, yəni ki, bu sənin hərəkətlərin, sən ümumiyyətlə tamamilə sən tamam elə bilmirəm. Elə bil ki, mən səni dünyaya gətirən ana deyiləm də, sən mənim heç evladım deyilsən. O belə bir şeylə. Rahim Dünyamaldının bioqrafiyası haqqında mən elə istəyirəm onunla tanış olmağımızdan başlayayım. Jurnalistika qutarıb Kəlbəcərdə işləyəndən sonra 4-5 il işləmişdi orada, mən səhv eləmirəmsə. Sonra həbs olunmuşdu. Rüşvət motivi ilə. Görünür ki, o kimlərsə mənafeyində toxunduğuna görə onu həbs eləmişdilər. Sonra oradan çıxandan sonra o Gəlici Qulluya Qusar rayonunda çıxan rayon qəzeti vardı, Qızıl Qusar. Orada işləyir. Sonra da Qubada radio verilişlər redaksiyasında redaktor vəzifəsində işləyir. Mən də orada tanış olmuşam Rahimlə. Mən Ucqar kənddə müəllim işləyirdim. Rayon mərkəzinə gələndə istər-istəməz rayonda o vaxt bir qəzet çıxırdı, bir də radio vardı. İstər-istəməz qəzetə də gedirdim, redaksiyaya gedirdim, şeirlərimi orada təqdim edirdim, radio təqdim edirdim, radioda səsləndirirlər. Və orada biz onunla tanış olmuşuq və bizi yaxınlaşdıran da bizi birləşdirən qələm adam olmağımızdır, yazı pozu adam olmağımızdır. Ondan sonra bizim görüşlərimiz intensivləşdi. Biz tez-tez mən həmişə gələndə onu axtarırdım, o da mən axtarırdı. Otururduq, söhbət edirdik. Ümumiyyətlə, Sovet dövrünün qəribə bir xüsusiyyəti vardı. Nə qədər totalitar bir rejim olsa da, o vaxtı bu və ya digər şəkildə müxalif fikirli insanlar ortaya çıxırdılar. Məsələn, rayonda yaşayan, rayon səviyyəsində, paytaxtda yaşayan, məsələn, ölkə səviyyəsində bu cür adamlar ortaya çıxırdılar. İnsanlar bəzən daha açıq şəkildə öz fikirlərini ifadə etmək istəyirdilər. Şübhəsiz ki, o vaxt biz məktəbi təzə bitirib gəlmişdik, uzaqbaşı 3 il, 5 il, 6 il belə müəllim işləyirdik. Təbii olaraq və yaxud qeyri-obyektiv olaraq yerlərdə haqsızlıqlar olurdu. Ola bilsin ki, həm bir gənc kimi bəlkə də bizim təbiətimizdən doğan bir hal kimi biz o insanlara məmur təbəqəsi tərəfindən olan o haqsız münasibətlərə dözmürdük. İndi Rahim də görünür bir qəzetdə işləməsinə baxmayaraq, məsələn, orada o şöbə müdürü işləyirdi. Görünür müəyyən əks fikirlərlə çıxış etdiyinə görə, ondan sonra hansı tutaq ki, tapşırıqları, hansı əmrləri yerinə yetirmədiyinə görə, indi mənə təxminən mənim bildiyi məlumatlardan da belə çıxır ki, mənim o vaxt bildiyimə görə əsasən bu istiqamətdə olub. Belə hadisələr bu cür olub. Yəni, bu cür adamları xoşlamırdılar da. Məsələn, o vaxt bir təbəqə vardı, onlara demagog deyirdilər. Onlar bu cür fikirlər. Yəni, dövlət o insanları zərərsizləşdirmək üçün ona bir damğa vururdu. O damğalardan, əsas damğalardan biri demagog ləfzi idi. Deyirlər ki, bu fankəs demagogdur və istəyirlər ki, bütün cəmiyyət onu tanısın ki, hə, bu demagogdur. Onda yəni onun sözü müəyyən qədər kəsərsiz olurdu. O adam cəmiyyətin gözündə biraz
bir neçə pillə aşağıda qalırdı ki, bu deməlidir də, bu deyərdi hamısına. Ancaq bir də var bir ziyalının o sözü söyləməsi və yaxud ziyalının məsələn o mövqeyə gəlib çıxması bu arzu olunan bir şey deyildi. O cümlədən bax yazıçı təbəqəsi də belə idi. Ümumiyyətlə ədəbiyyat tarixində elə şəxsiyyətlər var ki, onların taleyində yazdıqları başına gəlir və ya öz taleyini yazdıqlarını köçürmək istəyir. Rahim Dünyamalı nadir istedad sahiblərindən biri idi. O təkcə roman yazmırdı, povest yazmırdı. O eyni zamanda o həyatın dramatik anlarını yaşayırdı. O həm yazdıqlarını yaşayırdı, həm də ki yaşadıqlarını yazırdı. Eyni zamanda o yazdıqlarının içində qəribə bir sir saxlayırdı. Bu sirri açmaq üçün dəfələrlə biz ona çox yaxın olmuşuq. Açmaq üçün çox cəhd eləmişəm. Hər dəfə biri 40-cı otaqda bir otaq saxlayırdı, bir gizli yer saxlayırdı. Ancaq o qədər özündən asılı olmayan, bəlkə də özü də o qatları bilmirdi. O qədər dərin qatları var idi ki, istər onu istedad kimi, Nasir kimi, belə deyək də, böyük əsərlər müəllifi kimi, indi hamı sıradan əsər yazırıq da, onda bir qəribə, belə deyək də, gözə görünməyən bir vahiməli, həyəcanlı, qorxulu bir səhnələr yaşanırdı. Onun gözündə, baxışında, hərəkətində, danışığında, çörək yeyəndə də, çay içəndə də birdən ani bir şəkildə o formasını, üz cizgilərini dəyişdirirdi, sürətin özünü dəyişdirirdi. Harasa bir uzaq qatlar çəkilirdi, bir qeybə çəkilirdi. Bir-birinin qarşısında oturan, çıxış edən bir yazıçı yoxdur. Danışırsan, danışır, ancaq o deyil, o yerdə o deyil, o məkanı dəyişib, harasa hətta zamanı dəyişib. Belə bir qəribə bir onda xüsusiyyətə var idi. Mən Rahim Dünyamalı'la tanış olmuşam 80-ci illərdə. 80-ci illər əvvəllərində. Əslən Qazax rayonunun İkinci kəntindən olan mənim dostum, rəhmətlik Eldar Nəsibli ilə bir yerdə oxumuşdular. Biz Eldarla Bakıda tanış olmuşduq. Eldar mənə dedi ki, orada qrup yoldaşım yaşayır, istəyirdi, yazıçıdır, belədir, filandır. Və Eldar mənə şeir də həsrləmişdi, mən ona şeir yazmışdım. Və bir dəfə dedi ki, gedik Rahimi görək, qonaq gələcəyəm. Gəldik Rahimi gördük, Rahim o vaxtı Qubada Radio Qovşağı adlı bir idarədə işləyirdi. Onda radio qovşağı idi. Sovetlər Birliyi vaxtında ağacda, divarda radiolar olurdu, rəsmi xəbərlər olurdu. Və həm də rayon xəbərləri orada, həmin radio içində hər bölgəyə uyğunlaşdırılmış bir radio sistemi var idi. Tutaq ki, həm ümumi xəbərlər gedirdi, həm də bölgə xəbərlər gedirdi. Rahim də orada Mirzə Dəmirovla, ikisi də jurnalistika bitirmişdilər, bir yerdə işləyirdilər. Ümumiyyətlə, Rahimin qrup yoldaşları çox məşhur yazıçılar, şairlər oldu. Allahverdi Məmmədli vardı, Səlahət Kərimov var idi, Mirzə Dəmirov özü. Yəni, onların jurnalistikanı bitirən o qrupun hər biri həyatda məşhur yazıçı kimi, jurnalist kimi mövqe qazanmışdı. Eldar Nəsibli də Elm-Fəaliyyət jurnalında işləyirdi, bir şöbə müdürü idi. Yəni Eldarla gəldik Qubaya, bizə qonaq gəldi, Rahimi tapdıq, görüşdük, çay içdik və Eldar yol boyu Bakıdan mənə gələnə kimi yol boyu Rahim Dünyamalı xarakterini açırdı. Onun qəribə xüsusiyyətlərini danışırdı. Onun hətta tələbəlik vaxtında da qeyri-adi bir, hamıda seçilən, belə deyək də, zəhmli, sərt, müəllim üzünə qayıdan, haqsızlıqla barışmayan, yersiz hal durub müəllimin sözünü kəsən, nəinki tələbə yoldaşlarının. Bu xüsusiyyətən danışırdı. Və bu çox maraqlı idi ki, belə həmyerlimiz var. Mən Bakıda yaşayıram, ancaq Rahim Qubada yaşayışdı, mən onu tanımıram. Gəlib tanış oldu, çay içdik və hətta çörək yedik, 4-5 saat bir yerdə Rahimlə gün keçirdik. Mən ondan sonra Rahimə vuruldum. Eyni zamanda məndə də həmin xüsusiyyətlərin bir hissəsi var. Mən biraz, belə deyək də, yeganə mənim ondan fərqli cəhətim nə idi? Mən intihara gedmək istəməmişəm. Ola bilər, ondan ağır günlər keçirmişəm, torpaq altında şaxtada işləmişəm, hər gün ölümlə özləşmişəm, qaz partlayırdı qucağımda, qol, qış, insan cəsədinin müəyyən hissələrini çıxarırdım. Ona belə, mən biraz qana öyrəncəli idim. Mən biraz faciə öyrəncəli idim. Rahim biraz məndən fərqli olaraq, Rahim çətin işlərdə işləməyib. Tutaq ki, mən bənna işləmişəm, daş daşımışam, mən şaxtada işləmişəm, belə deyil, axşam oxumuşam, gündüz böyük zülmə qatlaşmışam. Ancaq Rahim jurnalistikada oxuyub gündüz, gəlib
deməli Qubada işləyib, Qusarda işləyib, sonra Kəlbəcərdə işləyib, təzədən qayıdıb. Yəni məndə biraz o zülmə, biraz o digər şeylərə biraz yuxarıdan aşağı baxmaq var idi. Ancaq o heç, onu mütləq axırına çıxmalı idi. Hətta mən görürdüm ki, Rahim yaradıcılıq proseslərlə bir yerdə intihara da yol gedir. Elə bil ki, böyük romana yol gedirdi. O romanın sujet xəttini danışırdı, ideyasından xəbər verirdi, hansı formatda olacaq, neçə səhifə olacaq. O barədə çox açıq danışırdı. Ancaq gördüm ki, o sırada içində eyni zamanda həm də intihara gedir. Həm də bir qara yol gedir. Bir gecə, bir işıq içində günəşdən danışırdı. Bir də gördün ki, şeytanın mərhəmətindən danışır. Bir də şeytanın obrazından danışır. Hansı ki, mələklərlə nəfəs alır. Hardasa bir ilahi belə o sevgi mələklərindən, bir xeyirxahlıqdan danışır. Bir də gördün ki, bir ayağı da, bir izi də o qaranlıq nöqtələrdən keçirdi, məqamlardan keçirdi və onu da mən açmağa çalışırdım. Tələbə vaxtı bir otaq yoldaşı bir anormal hərəkət eləmişdi deyə götürmüşdü stəkanı içində dolu sulla. Demişdi, sən cılısan. Bunu sənə vurursam, sən ölərsən, mən sənə çox istəyirəm ki, həm sən öldürmək istəyirəm ki, sənə qıymıram. Öz başına vurmuş stəkanı, sırıb tükülmüşdü yerə. Fikir verin. Bu belə bir qəribə xüsusiyyətli, belə bir qəribə xasiyyətli, bir yaxşı mənada qeyri-müəyyənlik simvolu olan nadir istedadlı şəxsiyyətdən biri idi. Onun ilk arzusu ilə ilk dəfə aktyor olmaq istəyib. Sonra şəxsşünas olmaq istəyib. Rəhmətli olsun. 2 il şəxsşünaslığa o verib, bir kursuna onu qəsd-qərəzliklə balın aşağı salıblar. O da həqiqətən vəzifəli şəxslər idi. Onun savadlı olmağını biləndən o özü şərq dillərinin özü hazırlamışdı. O vaxt elə şey yox idi, telefon, kompüter, belə şeylər yox idi axı. Özü molla yanına getdi, gəldi, ərəb dillərini öyrəndi, yəni əlifbasını, sonra kitablarını öyrəndi və bir cür o həqiqətən ölümünə qədər onunla vuruşdular o kəslər. İstəmirdilər ki, özlərindən başqa bu ətrafda, o kənddə belə savadlı bir insan yetişsin. Və Rahiminin deməli, o vaxtı icmalçı Sabir müəllim, Qusarlıoğlu deyiblər ki, bunu bir imtahan elə, imtahan vermək üçün. Təsəvvür ki, o vaxt 10-cu sinif uşaqları, 10-cu sinif bunu imtahan eləyib, qayıdıb deyib ki, Sabir müəllim icmalçı, məni qədər bilir bu. Çox savadlı bir insanda oğlandı. Demək olar ki, tərsinə adımlayan kölgələri ki, yazdıqdan sonra belə əhatəmdə qohumdan tutmuş, qonşudan tutmuş hamısı deyirdi ki, sual verirdi. Siz qorxmursunuz? Siz necə yatırsınız o evdə? Çünki o evdə belə alçı köhnə belə də çox belə, necə deyə, belə mühafizə olunan ev deyildi. Hə. Deyirdim, yox, niyə qorxuruq? Heç vaxt qorxmur. Həqiqətən, o da qorxmurdu, biz də qorxmurduq. Amma təqiblər, şeylər çox olurdu. Hələ ölümündən 2 il qabaq əvvəl bizi evimizə həqiqətən hücum olunmuşdu. Və o icraya, sonra polis idarəsinə məlumat verdi ki, mənə evimə hücum olunub. Həmən pəncərədə tüfəngin yeri də var. Orada güllənə atmışdı öz tüfəngi ilə ki, çıxıb getsinlər. Ondan əvvəl onu qorxuzmuşdular ki, bilirdilər ki, o gücdə əsər yazır. Təhsinə adımlayan kölgələrdə ki, o qələmin göstərdi və ondan sonra bilirdilər ki, betxahlar bu böyük bir əsər yazır. Özü də onu çox yaxşı tanıyırdılar ki, haqdan, ədalətdən keçməyən insandır. O əsər çıxandan sonra ona müraciət elədilər. O vaxtı Volqa maşını muddaydı axı belə evlər. Demişdi, Rahim müəllim, sənə bax ev veririk. Bu da açarları, bu da maşının açarları. Xahiş edirəm. Mən sənin qələminə düşmək istəyirəm. Mənim haqqında gözəl belə mənə yaşat da. Mən istəyirəm yaşayayım sənin haqqında. Sənə bax bunu verim evi. O heç cür razılaşmamışdı. Demiş ki, onun da o qədər sən deyən mənfi dəyərləri, mənfi şeyləri çox idi da belə. Hə, deyirdi, yox, mən istəyirəm ki, mənim üçün xalqıma yararlı bir insan olsaydı, hə, eləyərdim, deyir. Mənə deyir, yararlı olmaq istəyirdir. Mənə deyir, bu yaşadığım bu gövşə də mənim üçün bəsdir. Mən onun qabağına qoyduğum xurayı 3 dəfə istəliyə getirərdim. Hətta yemək nə versəydim, deyərdim ki, axı soyuyur, sən ye bunu. Deyirdi ki, uşaqlarıma yedir. Deyirdim, uşaqlarına yedirmişəm. Mən bəzən hətta uşaqlar yatanasa,
Gedirdim bazardan qoz ləpəsi, qara kişmiş, belə şeyləri gətirirdim xüsusi. Ona yedirəndə bir də gördüm, dedi, sən mənim uşaqlarıma xəlvət yedirirsən, deyirdi. Deyirəm, yox, onlar da yedirmişəm. Yox, biz də səsləyir uşaqların. Turan, Mehri, Ertaş, durun ayağa, görün anuz məncə xəlvət yedirir. Südün qaymağın yedirir, nə edirəm. Deyirəm, axı, sən gözünün nuruna əyləşirsən belə. Onlar valla Allah andolsun yedirmişəm. Belə şeylər çox təkrar olurdu bizdə. Hə, deyirəm, bax, sən bu cür balalarını istəyirsən, mən ona dedim, həqiqətən. Dedim, sənə müraciət edirlər də, evdə verirlər. Ondan sonra, axı, bax, deyirəm, mən tək evladlarımız olsaydı, mənim həyatım, hər şeyim sənə qurban olsun. Axı, bizim evladlarımız var. Onlar da yaxşı, işıqlı yerdə, məsələn, oxumaqları üçün, yaşamaqları üçün, onlar da lazımdır ki, balalarımız üçün. Hə, gəl evimiz olsun, sən özdəki şəhər mühitində ol, daha yaradıcı, məsəl üçün, nəşriyyatlara, yaradıcı insanlar daha orada çox olur. Məsələn, ədəbi mühit daha orada böyükdür, böyük şəhərdə. Burada baxma, qayıdım mənə deyir ki, heç səndən gözləməzdim. Heç səndən gözləməzdim, sən mənə dedin ki, gəl onun haqqında da yaz, qoy evimiz də olsun, maşınımız da olsun. Səndən gözləməzdim, dedi. Bax, bunu dedi. Heç vaxt mən onu bacarmaram. Mən heç vaxt, dedi. Mən deyirdim ki, nə olar? Sən yaz əsəri, təzədən onun adını qoy işdə. Bir qəhrəman yarat, sonra onun adını qoy. Gəl belə, əgər yaza bilmirsənsə, o deyirdi, o mənə elə bir körpə kimi doğulur da. Əgər o doğulmursa, sən ona qarşı. Amma dedim, yaz, yarat bir gözəl bir qəhrəman, istədiyin qəhrəman. Belə. Deyir, vay, həmişə. Heç səndən gözləmədim, heç səndən gözləməzdim, deyirdi. O getirib pulu verərdi. Məndən məsəl papirus pulu, pulu belə alardı. Məsələn, bugün desəydim ki, ona ucu pul yoxdur, deməzdi ki, mən sənə dünən getirib 50 manat pul vermişəm, niyə bugün yoxdur? Bax, belə xüsusiyyəti vardı. O adından da göründüyü kimi tərsinə addımlayan kölgələr, yəni o vaxtı sosialist sistemi tərəfindən elan olunmuş o istiqamətə əks gedən qüvvələrdir. İndi əslində o sistemin görünür ki, mahiyyəti belə idi. Ancaq onun təbliğatında o özünü göstərmirdi. Yəni o təbliğatında belə idi ki, bu ədalətli bir cəmiyyət qurmaq istəyən bir quruluşdur. Bu cəmiyyətin deməli kökündə insanların rifahı dayanır. Deməli biz gələcəkdə kommunizm qurmalıyıq. İnsanların rifah halı daha da yaxşılaşmalıdır və s. Bax, buna yazıcı, məsələn, öz sözünü deyəndə, onun müəyyən qədər nüfuzu olduğuna görə, bu görünür ki, insanların beyninə batırdı. Məsələn, insanlar ona inanırdılar. Ona görə də bu cür adamları məsələn bağışlamırlar. Və açığı bizi sonradan daha da yaxınlaşdıran ikimizin də məsələn bu mövqedə olmasıdır. Məsələn, Rahim Dünyamalı 88-ci ildə o xalq hərəkatı başlayanda o da o hərəkatın iştirakçılarından biri oldu, fəal iştirakçılarından biri oldu. Onu böyük sevinclə qarşıladı. Çünki o vaxtı o hərəkat bütün rayonları da bürümüşdü. Qubada özünü daha qabarıq göstərdi. Çünki biz Rusiyanın sərhəddə yaşıyorduk. Məsələn, buradan sərhəd zonası olduğuna görə həm dövlət təhlükəsizlik qurumları, həm ölkə rəhbərliyi o bizim zonaya diqqət yetirirdi. Məsələn, burada adamlar ezam olunurdu və yerli ziyalılara göz qoyurdular. Belə bir dövr idi. O tərsinə addımlayan kölgələr romanında o dövrə qədər ki hadisələr öz əksini tapırdı. Həmin o
bayaq dediyim kimi o Sovet sisteminin elan etdiyi o prinsiplərlə faktiki həyatda yeritdiyi siyasətin uyğun gəlməməsindən yaranan vəziyyətə etiraz özü göstərirdi. Baş obraz əsərdə gizir obrazdır. Əsər əslində o gizirin türmədən qayıtması məlumatı ilə, bilgisi ilə başlayır. Deməli, roman belə başlayır ki, gizir həbsxanadan buraxılır və qayıdır gəlir öz evinə, rayona gəlir. Və sonra bu hadisələr deməli müəyyən ardıcıllıqla sinxronik şəkildə bəzən deməli nəql olunur. O təhkiyə müəyyən psixoloji metodlarla hadisələrin bir qisminin insanın yaddaşında, insanın daxili aləmində cərəyan etmək yolu ilə davam edir. Və biz burada bir rayon səviyyəsində, yəni konkret olaraq əsərdəki o hadisənin deməli əsas hissəsi deməli o rayonda baş verən rayonda cərəyan edən o prosesləri əks etdirir. Məsələn, rayon rəhbəri obrazı var orada. Məsələn, Huşəng Qutlu obrazı var. O rayon partiya komitəsinin birinci katibidir. Yazıcı belə bir ad seçib, Huşəng Qutlu. Bilirsiniz, məsələn, Huşəng bir hökmdarına tarixdə, orta əsrlərdə yaşamış Azərbaycan Şirvanşahlar dövlətinin hökmdarı kimi Huşəngdir. Qutlu sözü də deməli müqəddəs deməkdir yəni. Görürsünüz, bunlar birləşib. Yəni insanlar o vaxtı, insanlar deyəndə məmurlar xüsusilə. Əslində onlar hamısı maskalanmış adamlar idilər. Yəni qoyun cildinə girmiş canavarlar idilər. Burada deməli rayon rəhbəri Huşəng Qutlunun rəhbərliyi altında rayon o vaxtı Daxili İşlər Şöbəsi rəisi deyirlər, indi polis rəisi deyirlər. Məsələn, onun da soyadı Pəncəliyev kimi gedir romanda. Pəncəliyev obrazı var orada. Deməli, Pəncəliyevlər, ondan sonra İspolkom RİK sədrləri və digər ayrı-ayrı deməli vəzifə tutan məmurlar təsvir olunur. Çoxlu qətl hadisələr təsvir olunur. Çünki belə cəmiyyətlərdə səbəbsiz, ondan sonra səbəbsiz qətillər çox baş verir. O çox deməli ümumiyyətlə əslində bu romanda baş verən həm o qətl hadisələri, həm o insanların şəxsiyyətinin böyük təzyiqlərlə onlara qarşı, onların həyatına edilmiş müdaxilələr yolu ilə onların şəxsiyyətinin dəyişdirilməsi, başqa istiqamətə yönləndirilməsi, onların sıradan çıxarılması və onun üsulları bu əsərdə göstərilir. O çox maraqlıdır. Özü də yazıcı bu hadisələrin bir hissəsini türmə şəraitində təsvir edir. Məsələn, konkret türmə həyatı keçirən insanların arasında gedən mükalimələr vasitəsilə istəyir ki, oxucuya bunları çatdırsın. Bu qədər də əsərin koloritini artırır. Ümumiyyətlə, əsər sərt realist üslubda yazılmış bir əsərdir. Ancaq əsərin deməli romantikası da var. Güclü romantikası da var. Bu da daha çox bağlıdır o qərb ədəbiyyatının təsirindən yaranan ovqatla bağlıdır. Məsələn, Rahimin çox güclü mütaliəsi vardı. O çox oxuyurdu. Məsələn, o vaxtı məsələn
onun tərsine edilən kölgələr romanını oxuyan adamlar, əsər çapımından sonra onu oxuyan adamlar onu Dostoyevskiyə müqayisə edirlər. Məsələn, Azərbaycan Dostoyevski deyirlər. Və o vaxt Əkrəm Məclisli əsəri oxumuşdu. Məndə olan məlumata görə, səhv eləmirəmsə, Məmməd Oruc barədə danışmışdı. Məmməd Oruc demişdi onu. Əkrəm Məclislinin o fikirlərinin onun vasitəsilə mən görmüşəm. Daha doğrusu Rahim özü söhbətlərdi. Məsələn, o demişdi ki, neçə gün özümə gələ bilmirəm. Bu əsəri oxumuşam, neçə gün özümə gələ bilmirəm. Doğrudan da o dövr üçün, məsələn, o əsərin deməli formatı çox yeni idi. Məsələn, yəni müəyyən qədər o cəlb edici idi, diqqət çəkən idi. O məsələn, artist Məcid obrazı var. Məsələn, sonra axırda cəmiyyətdə o Təlxək Məcidi tanınmağa başlayır və yaxud Dəli Müslüm var orada, o mədəniyyət işçisidir. Artist Məcid həmçinin. Sonra tutaq ki, Göranoğlu var. Bunlar hamısı bəzisi müəmmalı şəkildə ölür, bəzisi intihar edir. Bunlar deməli, bu cəmiyyətdə, bu ədalətsiz cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Deməli, öz haqlarını ala bilmirlər, öz mövqelərini müəyyənləşdirə bilmirlər. Ona görə də onların əslində layiq olduğu məqamdan onlar tamamilə onlara yabancı olan bir istiqamətə yuvarlanırlar. Məsələn, xaraktercə bu romanı belə bir tövdə götürsək, mən tanıdığım, şəxsən yaxından tanıdığım adam kimi əsəri romanı bütövlükdə Rahimin özünə bənzədərdim mən. Yəni o Rahimin xarakterindəki o müxtəliflik, o rəngarənglik, o deməli sərtliklə, o liberallığın o bir yerdə çıxış etməsi kimi hallar Rahimin özündə vardı. Yəni həm əsərdə vardı, həm Rahimdə vardı. Biz ona Rahimi deyirdik. Özüm də orada o vaxt mən bilmirdim ki, nəyə görə biz ona Rahimi deyirik. Rahimi çağırdı hamı. Mən getdim gördüm redaksiya işlərdə ona Rahimi deyirlər. Biz də Rahimi deyə çağırdı. Həm biraz o söz o vaxtda biraz səmimiyyət yaradırdı Rahimi deyəndə. Amma həm də bilirdik ki, onun adı Rahimdir, Rahimi dedi. Görünür evdə valideyn ola bilsin Rahimi deyə çağırırlar onu. Yəqin ki, ona görə onu Rahimi deyirdilər. 70-80-ci illərdə əyalət problemi deyilən bir problem vardı. Yəni ədəbi prosesdə bu özünü daha çox göstərirdi. Əslində, məsələn, Azərbaycan kimi kiçik bir ərazi üçün o əyalət problemi olmamalıydı. Çünki əlini uzadırsan Azərbaycan bir yerinin o bir yerinə çatır da. Məsələn, bu görünür Rusiyadan gəlmə bir şeydir. Məsələn, Azərbaycan özü o vaxtki ittifaq üçün bir əyalət idi. Onu deməli respublika səviyyəsində də deməli özünü göstərirdi. Və biz onu öz canımızla, öz əziyyətlərimizlə, özümüzün o, necə deyərlər, uğursuzluqlarımızla biz o vaxtı çox hiss edirdik. Bu, bəlkə də mən onu damğa adlandırardım, bir əyalət damğası vardı. Onun biz daşıyıcısıydık, rayonda yaşayan adam onun daşıyıcısıydı. Eynən o Qoqolun müfəttişində olduğu kimi ki, o paytaxtdan gələn adamla, məsələn, əyalətdə olan adamın arasındakı o fərqlər. Onu biraz da şişirdirdilər o məsələni, çox şişirdirdilər. İndi mən deyə bilmərəm o vaxtı, məsələn, qələmə sarılan çox adam vardı və yaxud tutalım ki, yazıçılıqla, şairliklə məşğul olan çox idi. Deməzdim çox idi.
Lakin bu bir qısqancı yanaşma vardı. Məsələn, müəyyən öz yerlərini tutmuş adamlar, mərkəzdə öz yerlərini tutmuş adamlar hesab edirdilər ki, yeni bir istedad gələrsə, bunların yeri darısqal ola bilər. Bu məsələn, mən açıq deyim də, o vaxtı Ədəbiyyat və İncəsənət qəzeti nəşr olunurdu, aparıcı bir qəzet idi. Nəriman Həsənzadə onun baş redaktoru idi. Və Nəriman Həsənzadə baş redaktor olduğu dövrdə Ədəbiyyat və İncəsənət qəzeti ümumiyyətlə sərbəst şeir çap eləmirdi. Məsələn, Nəriman Həsənzadə deyirdi ki, biz sərbəst şeir çap eləmirik. Sanki bununla fəxr edirdi. Biz hecə vəzində şeirlər çap edirik. Hətta belə deyirdi o, deyir, ölkədə rəsulçuluq başalıb gedir. Çünki o sərbəstin başında duran şəxsiyyətlərdən bir Rəsul Rza idi. Bir qədər də Rəsul Rzanın gənclərə xüsusi qayğısı vardı. Bu nüfuzu da vardı. O vaxt Rəsul Rzanın nüfuzu vardı. Gənclərə də çox qayğı göstərirdi. Və bu deməli sərbəstçilər və heycatçılar arasında bu mübahisə gedirdi. İkinci bir tərəfdən də Ədəbiyyat və İncəsənət qəzeti əyalətdə də belə bir gözlə o baxışı vardı. Mən bunu hiss edirdim. Məsələn, ora göndərilən yazılar qaytarılırdı, çap olunmurdu. Sən gərək özün gedəsən, bir vasitə tapasan. Kimsə nüfuzlu yazıçılardan biri xahiş eləyə, zəng vura. Məsələn, təsəvvür edin ki, Azərbaycan jurnalı, düzdür, ayda bir dəfə çıxırdı, Ulduz jurnalı, ayda bir dəfə çıxırdı. Bu jurnallar növbə ilə çap edirdilər də. Məsələn, özü də tanınmış imzalar çap edirdilər. Hətta onlar bölgə aparmışdılar. Məsələn, ədəbi gənclik rubrikası ilə 18 yaşında, 20 yaşında, lap 30 yaşında məsələn ilk dəfə təzə şeir yazan adamları da, onları da qatırdılar o siyahıya. İndi çap olunmuyor bu adam bu vaxtacan. İndi gəlib müraciət edib. Ancaq bunun əsərləri var, nə olsun çap olunmuyor. Və təqdim elədiyi şeirlər də bunu təsdiq edir. Onu da o seriyadan olan yazılara qatırdılar, deyirlər ədəbi gənclik. Amma o nüfuzlu şairlərin əsərləri poeziya adı altında çıxırdı. Yəni Guşa vardı da orada. Azərbaycan jurnalında, Ulduz jurnalında bir Guşa belə adlanırdı, poeziya. O birisi də ədəbi gənclik. Ancaq əslində bir ad var, bu da ədəbiyyat. Fərqi yoxdur, onu 18 yaşında, 16 yaşında adam yazıb, yoxsa 100 yaşında adam yazıb. Ədəbiyyat var, ya da yoxdur. Amma indi janrlar var, bəli, poeziya, nəsr, tənqid və s. İndi o şəhər obrazı, məsələn, megapolis, o dövrdə məsələn insanı müəyyən qədər heybətləşdirən bir mühit kimi təsvir olunan məqamlar olurdu. Məsələn, insan şəhərə gəlirdi və öz insanlıq cizgilərini müəyyən qədər silməyə məhkum olurdu. Yəni, insanlığını müəyyən qədər itirirdi bu adam. Bu bizim poeziyada da çox geniş yayılıb. Yəni, kənd-şəhər tandemi vardı da. Hətta o Səmədurun Muğam poemasında vardı ki, o Sarvan əsərin qəhrəmanı. Yəni, gəlir şəhərə, biraz qorxdu, biraz çaşdı, gözlərindən yuxu qaçdı. Yəni, şəhər çaşdırır adamı. Bu da vardı. Məsələn, bir də o istər-istəməz o sakit bir yerdən, tanıdığı dar çərçivədən, insanlardan, məsələn, səmimi duyğularla, səmimi hisslərlə həmişə içində olduğu bir yerdən birdən-birə o geniş bir əraziyə daxil olanda insan istər-istəməz öz, məsələn, belə deyək də, öz həm fikirlərində, həm duyğularında, həm hisslərində müəyyən qədər dəyişikliyə məruz qalır. Görünür ki, məsələn, bundan deyil. Bir də
Rahimin əsərlərində magiya var. Yəni əslində magik realizmdir. Məsələn, o düzdür. Həm o, məsələn, Tərsin Adəmiyevin kölgələrində əsərində sərt realizm daha qabarıqdır. Ancaq burada magiya da var. Məsələn, Bir gecənin bəyazlığı povesti isə tamamilə magik realizmin ən gözəl nümunələrindən biridir. Deməli, Rahimin bir kitabı çıxmışdı, Bəyaz Gecələr, bir kitabı çıxmışdı, Uçan Qaranquşlar, hekayəsi çıxmışdı, ancaq məhsuldar deyildi. Yəni, bir povest yazmışdı 3 ilə, bir povest yazmışdı 4 ilə, məsələn, romanı yazmış 6-7 ilə. Ancaq çox gözəl əsərlər yaradırdı və ən çox da olan çapı üçün çox narahat olurdu. Tutaq ki, bugün nə asandır. Kim nə yazırsa, nəşriyyatda boldu, pulu verirsən, kitablar çap olunur. O SSR vaxtında plana düşmək var idi. Yazısı nəşriyyatı idi, Gənclik idi, Azər nəşr idi. Başqa nəşriyyat yox idi ki. Bunlar bir də işıq vardı, albom falan belə. Yəni orada da gərək plana düşəydin. Plana düşəndən sonra da 5-6 il gözləməli idin. Düzdür, tutaq ki, elə bir ki, mən plana düşmüşəm, bugün 2024-cü ildir. 2029-da mənim romanım çıxmalıdır. 29 olurdu, çıxmırdı, 30 olurdu, çıxmırdı, 31 olurdu, çıxmırdı. Artıq Rahim kimi insan bu çox ağır idi. Hətta ağır idi, gedirdi, dalaşırdı, dava edirdi, biraz da işin çətinə salırdı. Yəni, mərhəmətli insanlar az idi, belə deyək. Ona ən çox mərhəmət göstərən o kitabın redaktoru var. Cavad müəllim. Yəni, o ona çox böyük köməklik göstərdi. Ancaq onun belə kitabın çapı geçdikcə artıq deyirdi ki, mən deyəsən yaşamalı olmayacağam. Çünki artıq dil tapa bilmirəm. Redaktorla o göstərirdi. Tutaq ki, məsələn, çəkirdi ki, filan kəs bezdani yazıçıdır. Dili bilmir, arfoqrafi səhvləri var. Redaktor tapır özünə, bir cümlə qura bilmir. O kursda qalmışdı. O ədəbiyyatda kitabxanaçılıq oxumuşdu. Belə şeylər danışılırdı. Axı mənim niyə kitabım ləngiməlidir? Sən demə, Rahimin kitabının ləngimasında onun tərsinə addımlayan kölgələr əsərindəki personajlar, tanış simalar, Qubada, o vaxtı Sovet dövründə bir söz vardı, antipod. Yəni, bu antipodlar, o insanlar onun çapına mane olurdular. Belə deyək də, dünyasını dəyişiblər. Deməli, raykom katibi var idi, raysbalkom var idi, prokuror var idi, Sovetlər Birliyi dönəmində. Bunlar var idi. Rahim bu əsərinin çapının gecikdirilməsi səbəbini bilirdi. Bilirdi, güc çatmırdı. Nə olmalı idi? Ya balaca balaları var, onları yetim qoyub, gidib harasa bir qətl törətməli idi. Cinayətə əl atmalı idi. Bu da yazıçı üçün mümkün deyildi. Yazıçının bu böyük istedadlar bunu edə bilməz. Cılız istedad gedər, hər şey gedər. Böyük istedad heç kəsin canına qıymaz. Ancaq öz canına qıymağa çox rahat gedər. Bir epizod danışım. Gəldi yanıma, dedi ki, mənə bir şeir oxu. İntiharından harasa bir həftə qabaq. Bir şeir oxu. Mən də bir şeir oxudum. Axırda bir misra var ki, mənim taleyimdə güllə oynayır. Mənim misramdır. Nətə hörlək ayağa qalxdı. Özüm diksindim. Özüm oturmuşdu. Durdu ayağa. Dedi, xahiş edirəm gülləni çıxar oradan. Dedim, niyə? Güllə mənimdir. Mən sənə gülləri qıymıram. Mən payımam var. O da adı mənə qıymadığım güllədir. Dedim, yox, mən də gülə-gülə. Dedim, mən sənə öz gülləmi sənə vermərəm. Niyə? Bu, həm də ədəbi, bədii obrazdır, güllə obrazı var da. Dedim, o öz gülləri sənə vermərəm. Yox, xahiş edirəm gülləni çıxar. Dedim, yox, çıxaran deyiləm. Sən nasirsə, mən şairəm. Mənim gülləm poetik güllədir, sənin nəsr gülləsidir. Dedi, yox, çıxan deyiləm buradan. Çay içən deyiləm, güllər çıxarmalısan. Mən məcbur oldum, götürdüm qələmi, həm mənim taliyimdə güllə oynayır, misal xət çəkdim. Bu əl yazma idi. Kitabı vermişəm. Yəni, onun könlünü almaq üçün xət çəkdim. Tərsinə addımlayan kölgələr kitabı nəşr olundu. Rahim getdi nəşriyyata, kitabını gətirdi. Bizə payladı, sevinci bizimlə böldü. Mən ilk dəfə Rahimin üzündə, gözündə işığın ağın, işığın təbiisini gördüm. Onun gözündə işıq var idi, ancaq işıq qara işıq idi. Mən də şairəm də və o işıqları seçə bilirəm. Mənim şairim güclüdür.
O işığında bir qaralıq vardı, bir kölgə vardı, bir orada vahiməlik vardı, bir qeyri-müəyyənlik var idi o işığın içində. Ancaq işığı olduğu kimi ilk dəfə Rahim gözündə gördüm və həmin kitabın sevinci idi. Ancaq bu sevinç uzun sürmədi. Bu işıq yenə onun gözündə qara işığa çevirməyə başladı. Səbəb nə idi? Bu əsər çıxandan sonra həmin obrazlar, həmin personajlar başladılar bunu gözümüşüqə salmağa. Başladılar danış yazmağa müəyyən məxfi idarələrə, ciddi idarələrə. Mən onda nə elədim? Ürək-dirək verdim, dedi gücün çatmaz məni qorumağa. Dedim çatar, narahat olma. Mən gəldim, Fərman Kərimzadə ilə görüşdüm. Axırıncı Aşırım əsərinin müəllifi. Fərman nəhəng kişi idi. Fərman Rahim yaşayan müəyyən o karikatür girişli, belə deyildi, yamaclı, düzlü, yoxuşlu, belə deyildi, müxtəlif yolları, acılı yollar keçmişdi. Ona tanış gəlib bu hisslər. Dedim, narahat olma. Mən bir nəsə fikirləşərəm. O qızla tanış idim, Yeganə Kərimzadə ilə. İndi durur, gözəl də yazıçıdır, gözəl də ssenaristdir, gözəl də jurnalistdir. Və Yeganə xanımla görüşdük İşıq Nəşriyyatında Məmməd İsmailin yanında. Mən, o da məlumat var idi, qızın da məlumat var idi bu barədə. Dedi ki, narahat olmadı. Mən resenziya yazacağım o əsər haqqında və ədəbiyyat qızı dərc olacaq. Belə əsər dərc olunmaq da, resenziya yazmaq bir problemdir. Dərc etdirmək də daha bir çətin bir problemdir. Narahat olmadı. Atam danışıb baş redaktorla, ədəbiyyat qızının redaktorla gedəcək orada. Lap yaxşı. İkimiz yazdıq. Təsnə adına kölgələr barədə 2 qrankı yazı yazdıq. Bizə lazım 3 cümlə geçsin orada. Ədəbiyyat qəzetində həmin resenziya, məqalə gedəndən sonra Rahimin üzünün işığı yerinə gəldi. Rahim oldu mənimlə belə deyil də, elə bil ki, qardaş deyim, sirdaş deyim, dost deyim. Az qala hər gün məni görüşməyə başladı, gəl bizdə qaldı, məni evə dəvətlədi, Zik kəndində belə. Yəni, bu da uzun sürmədi. Artıq Rahim özündə deyildi. Bu nəhəng romanın təsirinə adımlayan kölgələr ki, onun içində onu izləyir qara-qara, onlar dərsi verildi, onlar yerində oturdu elədi. Ondan sonra daha böyük mövzulara can atmağa başladı. Və nəhəng bir əsər yazdı. Sonuncu Nərə. Talihsiz əsər. Onu intihara aparan əsər. Onu məhvliyən əsər. Əsər yazanda da hər dəfə bir səhifə oxuyurdu, tam oxumurdu. Bir səhifə oxuyurdu, bir abzas oxuyurdu, bir 3 sətr oxuyurdu və ya oxumur danışırdı. Yəni həmin o qara işıq bunun üzündə idi. Və deyirdi ki, artıq bu əsərin dərci ilə mənim həyat, deməli, yaşamın müddəti bitəcək. Burada bizim divanımız vardı. Belə qəşəng divan. Və bu arada Rahimin pismeni stolu vardı. Üstündə makinası, balaca stolu idi və burada da bizim masamız vardı. Yemək yeyən masamız. Rahim bütün əl yazmalarını yazırdı, işləyirdi, bura qoyurdu. Bura onun üçün bir görüşü idi, bax bura qoyurdu. Belə. Amma qəşəng soğudmanı yaşayırdıq özümüz üçün. İşləyirdi, heç belə ona necə yerlər, belə sıxıntı da vermirdi burada yaşamağa, yaratmağa, yazmağa. Yeni bir fikir demək olar ki, beynində hasil eləyəndə, onun bir qəribə mən indi onu sizə göstərə bilməyəcəm. Stolda qəribə oturuş forması vardı. Elə bir ayağını keçirirdi belə arxaya, bir ayaq da ayaq üstündə. Bu dizdə elə bil ki, onun orada bığlarını həmişə səssiz, həmişə toplarını belə eşirdi, belə. Elə fikrə gedirdi və birdən yeni bir fikirlər başlayırdı. Onu o vaxt o sigaretlər var idi, onu çəkirdi, prima sigaretləri idi, ondan başqa sigaret çəkmirdi. Onun üstünə sigaret üstünə yazırdı, şiqarın üstünə yazırdı yeni fikirlərini. Məsələn, gecənin bir aləmi olurdu, yatan yerdə, demək olar ki, yatırdı.
Biz dedik ki, indi atadır, uzanır, yatır, birdən ayağa qalxırdı, səssiz, səmirsiz alırdı əlinə, nə tapırdısa onu avtomatik olaraq başlayırdı yazmağa ki, bu yeni fikirlərdir. Demək olar ki, 10 il ərzində hasil olan bir kitabdır. Mən indi tərsinədən danışmıram. Sonuncu Nəri adı altında bir böyük bir əsərdir, 4-lük idi o. 3-lükdür, amma o 4-cü bir əsərdir yazmaq istəyirdi. Talih qismət, yəni eləmədi onu. Allah vəfa vermədi, ömür vəfa vermədi. Həyatda 94-cü, 93-cü illər idi. Bu mütləq çap olunmalıdır. Bu bizim ədəbiyyatımız üçün, Azərbaycan üçün, xalqımız üçün çox bir dəyərli bir əsərdir. Azərbaycan ədəbiyyatı üçün möhtəşəm bir əsərdir. Burada mən ermənilərə də cavab vermişəm. Bütün dünyaya cavab vermişəm. Bütün siyasətə mən cavab vermişəm. Ona görə o gəldi, getdi, icrana danışdı, vaxtın icrası idi, Vaqif Mahmudov idi. Və ona müraciət elədi ki, mənə sponsorluq eləyin. Mən bu əsəri tez çap elətdirmək istəyirəm. Bu yoxdur, belə elə, bu buna laqeyd münasibət göstərdi. Sonra getdi, Xaçmazın təxmin deyə bilmərəm icrasına danışdı, ancaq icralarına gedirdi ki, müraciət edirlər ki, sponsor tapılsın, tez bu əsər çap olunsun. Buradan əli üzüldü. Sonra bir dənə vəzifəli qadın vardı, ona şagird olmuşdu, tələbəlik. Bunu da deyəcəyəm mən. Onun şagird vaxtı, tələbəlik yox. Özü də alimlik müdafiə eləmişdi. Mən bir çox gizli məqamlara toxunmayacağam, amma elə şeylər var, onu deyəcəyim də. Getdi ona, tapdı ki, sən əlin böyük yerlərdədir, sən mənə köməklik göstər. Bəs mən çap elətdirmək istəyirəm də, bu əsər tez çap olunsun. Bir, iki belə gedir, gəlir. Bir gün qayıdıb buna deyir ki, mən əsəri bu cür çap eləyə bilərəm. Gərək sən mənim olasan. Deyir, necə yana mənim olasan? Mən sənin sinif, biz möhtəşəm aramızdan su keçmir, gözəl belə dostuq, bacı, qardaşıq, o nə deməkdir? Deyir, yox, sən başa düşmədin mənə. Sən getir, otur Moskvada. Mən səni çap etdirəcəm bu əsəri. Amma sən nə gerək? Mənim olası, ailə qurusu mənimlə. Bu da bir dəfə ailə qurub, subay bir insandır. Gəldi. Görən bu çox fikirlidir. Belə fikirli. Bu sözü qəbullaya bilmir. Ki, bu mənə bu müraciət necə olundu da. Bir günləri dedim, sən çox fikirlisən, nəsə. Bir də həmin adamın yanı tez gedir. Niyə? O nə dedi sənə? Dedi, qoy dedi. Allahdan gizlin deyil, səndən nə gizlin. Mənə deyir ki, gəl mənimlə ailə qur. Qayıdım, mən belə elədim. Olsun. Allahımıza and olsun balalarımın canı üçün buna. Dedim, olsun, get ailə qur. Nə olar? Get dedim, ona da münasibətin olsun. Bütün sən ucalacaqsan, hər şey, bu balalar sənindir. Sən, məsələn, bütün yaradıcılığı, işığı balalarına düşəcək, balalarına həyatını işıqlandıracaq, sən arzuva çatacaqsan, sən dedi, sən nə danışırsan? Heç səndən gözləməzdim. Sən nə danışırsan? Dedim, get da. Dedi, o mənə deyir ki, mənimlə hökumət kevini kəsdir. Mən ona dedim ki, saxla da, nə olsun? İşlərin 2-3 arvad olur ki. Mən dedim, razıyam. Get dedim. Qurban olsun dedim, sənə o yaradıcılıqla. Mən buna razıyam. Biz yenə əmoğlu, əmqızı, balalarının anasıyam. Tək ki, sənin dedim, yaradıcılığın çiçəklənsin. Bu rast ki, sənə əsəri çap elətdirəcək. Mən razıyam. Dedi, sən nə danış belə? Sıra bu gedər. Gedər deyər ki, həqiqətən bu olmuş hadisədir. Deyir, gəl ki, molla kəbinə alırım. Deyir, sən nə danışırsan? Nə molla kəbinə? Sən hökumət kəbinə mənə ailə qurmalısan. Sən ailəni boşamalısan. Gəldi, dedi ki, mənə deyir ki, sən ailəni boşamalısan. Bax, heç nə, bir gün içində boşayırsan və tezdə şey olursan. Mənə əlində o heç nədir. Boşanırsa və kəbimiz kəsilir. Sən gedirsən, mən də əsəri çap elətdirirəm. Bu sonuncu Nəri üçün olan söhbətlərdir. Gəldi belə dedi. Mən belə duruxdum, həqiqətən çox şey oldum. Qayıdıb dedim ki, o da qurban olsun sənə.
Sənin ruhun mənim olacaq, ürəyin, balaların, hər şey sən mənimsən onsuz da. Mən bilirəm axı sənə inanıram. Get. Qayıdımında mənə bilirsən nə dedi? Belə elədi oğlum. Mən dedi torpağın olacağam. Bir gün, bir saat belə bilsəm ki, səndən ayrıyam, mən onu yaşaya bilmərəm. Sonra bu yazdı bu əsəri, gördü ki, bu qadın da hara gedir, bunun üçün qabağına sədlər var. Aldı bu əsəri, getdi Bakıya. Getdi. O 3 gün gəlmədi Bakıdan. Dinqırankalıq əsər idi. Bu əsəri ki, qoyanda Allahıma and olsun, bax, həmən diplomatdır. Diplomatın qapağını örtə bilmədi. Kətin örtülürdü. Bağladı, açarına güclə belə sıxdı, bağladı və getdi. Onda mən əlimi qoydum diplomatın üstünə. Dedim, əmoğlu, xahiş edirəm, nə olar, aparma bunu Bakıya. Qayıdıb dedi ki, niyə? Dedim, nə olar, xahiş edirəm, qurban olum sənə. Nə olar, get biraz şey, amma bunu hələ ki bir deyib bu əsər aparma. 3 dəfə dedim. Oca artıq 4-cüsü desəydim, o yaxşı alınmaz. Bilirdim də, oca qutardı. Bu, həqiqətən bu qətiyyətli idi də. Deməli, olmalıdır bu. Aldı getdi. Getdi 3 gün gəlmədi. Bakıda. Mən də axşam vaxtıdır. Elə bu vaxtlar olar. Saat 5-6 radələr. Bu heyətdədim. Əkirdim. Nəsə pomidor topladım vedriyə. Kakras avqust ayları vaxtlar olardı. Bir də gördüm ki, gəlir. Əlində diplomatla gəlir. Çıxdım, görüşdük. Dedi, ver vedrələri mənə. Verdim vedrələri ona. Pomidor vedrələrin. Bu diplomatını aldım. Alanda görüm diplomat boşdu. Əsər o. Hələ bir ürəyim qırılıb. Elə bir qarşıdan gələn faciəni bilən kimi. Qırılıb ayağı. Elə bir düşdü ayağı. Ürəyim ayağımın aldı. Delə. Dedim, əmoğlu, əsər ana. Dedi, qoyub verib gəlmişəm əsəri. Oxuyacaqlar, bir rey bildirəcəklər. Gəldi evə. Gördüm ki, oca var gəl elir. Var gəl elir. Dincələ bilmir. Dedim, nə olub? Oca yatmadı. Yazı da yaza bilmir. Heç makine arxasına keçə bilmir. Gördüm, çox narahatdır. Elə bir narahatdır ki, İraq olsun, biz kinolarda görürük. Allah bizlərə heç kimə göstərmə, yaşatmasın. İnsanı, evladın oğurlayırlar, bir vəziyyət yaranır, faciə. Ata, valideyn o faciə. Bu rəng saralır. O şey yarar. Elə bir ki, bu evladı itən bir ata kimi bu dincələ bilmir. Bir gün belə keçdi. Sərisi də papirusa çalır, var gəlir evin içində, o balacıq tağın içində yatmır. 3-cü günü qayıtdım, mən buna dedim ki, sən dedi, mənə adı dedilər ki, 10 gündən sonra gələrsən. Özün də gələndə telefon zəng eləyib gələrsən. Ki, məlumat verərsən ki, mən gəldirəm. Dedim, niyə? Telefon niyə zəng eləməsən? Kimə vermirsən, get o da. Kimə verib verəcək də. Al dedim. Dur, get. Dedi, düz deyirsən. Dedim, get. Hə, düz deyirəm. Dur, get. Sən narahatsan, sən uşaq pis olursan. Dözə bilmirsən, dedim. Qal Bakıda. Sən qal, dedim, niyə gəlmirsən? Özü də onda işləmirdi. Bu mənim sözümə baxdı, durdu, getdi. Getdi. Hə, bir gün keçdi, aldı əsəri gəldi. Gəldi əsəri. İnanın Allaha, o gələndə rəngi bilirsən nə idi? Sağ getmişdi, bizdə böyüklər deyir, bir sayıl gəlmişdi. Rəngi limon kimi sapsarı, sifət çəkilib, çox pis vəziyyətdə. Çox. Mən bunun rəngini görüb qorxdum. Bacım gəlmişdi bizə. Bacım da gördü, gedib evdə deyib ki, heç əmoğlunun rəngi xoşumuza gəlmədi. Qorxu içində. O bir dəfə də onu üstünə maşın qubada vurmaq istəmişlər, öldürmək istəmişlər. Onda heç o bu vəziyyətə düşməmişdi. Qayıtdım, dedim ki, sən niyə belə əhvalın? Özünə vurmuram ki, pis olmasın, rəngi belə baxıram, görürəm ki, belə pisdir. Qayıtdım, dedim ki, narahatdır bu yenə də. Dedim, niyə narahatsan? İndi ki, əsəri gətirdin. Dedi, indi tam başqa şey üçün narahatam. Oturdu belə bığına. Fikri getirdi. Sonra gəldi, belə dayanırdı qabağımda. Dedi, mən sənə bir söz demək istəyirəm. Sən onu, dedi, saxlaya bilərsən sirri mənə. Dedim, nə, niyə saxlamıram? Sənin sirrin evi saxlamamışam, onu da saxlamayım. Belə dedi, sonra dedi, yox.
sən saxlaya bilməzsən. Mənim balalarım məhv olar. Belə. Mən qayıtdım, dedim ki, niyə məhv olur balaların? Nə olub bəyəm? Nə var orada? Dünyavi yazmısan? Nədir bu əsərdir? Nə deməkdir burada? Sən şəxsi qərəzlik eləməmsən, kiminsə şəxsində yazmamsan, fərdi yazmamsan. Orada nə var bəyəm? Dünyavi bir əsərdir. Dedi, yox, sən bilməyən işlər çoxdur. Mənə dedilər, deyir ki, sən nə ürəyinə bunu yazmısan? Səni balaları öldürəcəklər. Səni ailəvi məhv eləyəcəklər. Sən öləcəksən. Mənə deyir, o tərsini addımlayan kölgələrdə belə deyirdi, o qədər çatmırdı. Amma mənə indi təsdiqli danışdılar mənə. Sonra da qayıtıb, dedim, daha səndə nəsə var. Dedi, yox, sən saxlaya bilməzsən sir. O əsər heç kim oxumuyub. Mən əsəri oxumuşam harasa bir 10-15%-ni. Çünki vermirdi onu. Çıxsın sonra. Bu əsəri çap etdirməkdən ötürü gəldi Quba rayon icra hakimiyyətinin yanına. 96-cı ildə yayda. Daha doğrusu yazda. Dedi, belə bir əsərim var. Çap etdirmək istəyirəm. Quba icra hakimiyyətində də məsul işçilər ona dedilər ki, əsəri oxuyaq sonra. Çünki onlar bilir ki, və düşünürdülər ki, hətta ehtiyat edirdilər ki, tərsinə addımlayan kölgələrdəki personajlar, bunlar da orada ola bilər. Ancaq orada o yox idi. Rahimin sonuncu nərə əsəri artıq bəşəri idi, dünya idi. Orada Allahla şeytan mübarizələri idi. Orada ta ki, şeytanla insanın arasında olan münasibətlər idi. Orada ta ki, yaxşılıq görən insanların xəyanəti idi, nankörlük idi. Və onu elə cümlələrini verirdi ki, mən elə Jack London Dəmirdaba əsərində bir səhifə oxuyursan, necə ağır bir səhifədir. Sonuncu nərə də çox ağır idi. Hər səhifəsi çox mücərrəd idi. Yəni, bir cümlənin uzunluğu bəlkə də 15 sətir, 20 sətir idi. Onu mən İsa Söyünü də görmüşəm, məhşərdə. Belə uzun cümlələr. Bir səhifəli cümlələr var idi. Özü də ki, məntiqi, üslubu, qrammatik baxımdan dəqiq, düz. Məhdə qaldı ki, bu təfəkkür nəfəs hardandır. Yəni, bu əsərdə ara sıra müəyyən epizodda oxuyurdu və mən görürdüm ki, dəhşət bir roman gəlir artıq. Ancaq o romanın çapına heç kim yaxın durmurdu. Onda artıq müstəqillik idi. Müstəqillər idi, nəşriyyatda elə-belə buraxmırdılar, əvvəlki əsərlərə qanrar verirdilər. İndi özləri pul istəyirdilər. Belə bir təzad var idi. Yəni, bu əsəri yazdı, əsər çap olunmadı. Ona dedilər ki, müəyyən vəzifəli şəxslər rayonunda artıq yayın axırında taxıl biçiləcək. O vaxt Soxuz kolxozlar qalan vaxtlar var idi, fermerlər var idi. Yəni, nəzarət var idi ümumi rayonuna. O taxıl biçiləndən sonra satılacaq, eləcək o pulundan, ya sən taxıl verərək satıb çap eləyərsən, ya da ki, pulun verərik. Yəni, Allahdılar. Yəni, taxıldan sonra gəldi alma, almadan sonra gəldi filan. Gördü ki, bu 95-ci ildə artıq bu çap yox. Bunu birbaşa bəlkə də, ya bilərəkdən birbaşa bəlkə də hələ, belə deyək də, onların yalançı vədlərin, yəni onların xisləti bu idi da. Ya bunu intihara o apar, gördü ki, əsər çap olunmur. Orada əsərin baş qəhrəmanı Mr. Eliotdir, Mr. Guy. O çox gözəl bir obrazdır, demək olar ki, bir çekistdir. Yəni, mən tam açıqlama vermək istəmirəm bu əsər barədə, o obrazdan barədə. O, dünyanı demək olar ki, gəzən, dolaşan, dünyada bütün prosesləri bilən bir insandır. Və onun orada hardasa bir düşür türməyə, özü qəsdən düşür orada, deməli, belə lazım idi. Orada da demək olar ki, həmən iblislə o Mr. Guy söhbəti olur. Çox dərin bir söhbət olur orada. O söhbəti mən demək olar ki, həmən o qırakan ki, oxuyur hər səhifə mənim atam oxuyanda. Mən bir anlıq orada o əsərdə, mən keçən dəfə dedim, o qədər gözəl danışır ki, biz orada. Mən deyirəm, ata, gör necə gözəldir. Deməli, biz insanlar pisik də, biz insanlar gör nə dərəcədə xəbis, nə dərəcədə insanlarıq ki, hələ atırıq hər şeylə ki, bunun üstünə, iblisin üstünə. İblis amma gör nə gözəl mələkdir. Mən o obrazı sevdim orada. Hətta mən anladım ki, kəşke o iblisi çıxarmazdı da, bax, bunun insanın ucbatından heç o cənnətdən çıxmazdı. Hər şeyin gözəl, tamamilə gözəl görünüşü. Məsələn, orada Əlif bizdə Quranda da var, Əlif Lamni. Mənim atam o kitabda o Əlif Lamni Quranın açıqlamasını onu dilərkən, məsələn, o özü özlüyündə onu açıqdır.
Məsəl üçün, onun mənası nədir, orada nə demək istəyir. Bu bir obraz belə bir yerdə qaldı. Sonra orada bir gözəl obrazlar var. Məsəl üçün, orada bir obraz var ki, o Mr. K ilə bərabər gedim, Dorvard obrazıdır. Dorvardda demək olar ki, o da böyük bir kəşfiyyatçı olur, o da siyasi bir xadimdir, daha doğrusu hərəkətdə olan insandır. Yəni, orada da bu demək olar ki, ona yaxın olan bütün insanları, bütün o gündəmdə olan vacib insanları həyatda nə cür məhv elədiyi eləyir. Həmən o Dorvardın da biz ölümünü arzulayırdıq ki, axa sən öldür, qurtar bunu. Bizim ürəyimiz çəkildi. Məsələn, orada Lionel obrazı var. Lionel obrazında Lionelin yeraltı laboratoriyada onun başını bədənindən ayırır, amma o Lionel orada sağ olur. Onu tam açıqlaması ilə göstərir. Nə cür nələri keçirdi, nətər elədi. Onu görə Dorvard onun ürəyini çıxardır, o Lionel görə onun ürəyini yeyir qanlı. Orada bir söhbətlər gedir də. Elə bir frazalar, elə bir söhbətlər gedir ki, siz inanın ki, mən az qalırdım ki, mənim bacım Turanda. Bir anın içərisində tamamilə siz onu sizdə də kitab oxuyursan, maraqlı olan bir kitabın içərisinə girirsən. Elə bilirsən ki, sən oradasan. Və başlayırsan oradan söhbət eləməyə və yaxud da nəsə giriş eləməyə, amma əlin çatmır da ruh kimi olursan. Bax, bir anda özümüzü elə hiss elədik ki, biz artıq o canlı bir yerdə biz oraya girə bilmirik, amma ürəyimiz partlayır. Və belə bir o insanı həyəcanlandıran, demək olar ki, adrenalin insanda qalxır, həyəcanlanırsan. Demək olar ki, bütün tamamilə özündə olmursan da, tam orada olursan. O insanın o dərəcədə, yəni gəlib onların gözü ilə, yəni onu oxuyursan, baxırsan, eşidirsən. Demək olar ki, mən sizə deyim, bax, mən danışıram da bir anda o həmən o anlar yadıma düşür. İstəsimiz özümdən asılı olmayan mənə bir həyəcan bürüyür. Biz həmişə deyir, sonra orada bax, onun yoldaşı Lilini də bir başqa cür əzabla öldürtdürür. Sonra orada yenə də bir başına gedən bir fiqur olur, Octavian. Onun deməli sağ qolunu, sonra bir qadın tapır, orada Ed adında qadındır. Çox becər bir, yəni ki, amma ruhu çox gözəl bir qadın olur. Onun da sol qolunu kəsir. Oşun bunları aparır qarlı bir adaya, heç insan ayağı dəyməyən bir yerdə. Haradasa bir ay yarımlıq hazüqələrlə bərabər atır ora. Həyatın buraxır öz nətəri axarına, yəni ölümü. Bu bir ay yarımdan sonra yeməkləri, içəcəkləri qutarandan sonra onlar nə cür öləcəklər. Bu momentində o eklətəri qarın altında bunlar özlərinə yuva, o becişi düzəldirlər, yəni yuva qururlar, ev düzəldirlər. O orada lipoşkalar, kartofda nətər lipoşkalar düzəldir. Nə bilim, Octavian nə cür ova çıxır, nətər. Axırda bunların azöqələri bitir. Bunlar qalırlar pis vəziyyətdə. Artıq yeməyə heç bir şey yoxdur. Arada olur ki, o gəlib yoxlayırlar məsəl üçün. Buna bu cür əzab əziyyətdir. Sonra orada o quzğunlardır, nələrsə, gözləyirlər ki, onu ölsün, onlar yeyilsin, ya canavarlar, bilməm. Çox dəhşətli bir, yəni bir faciəli surətdə Dorvard bunları da elə bir yəni öldürür. Yəni hər an, hər saniyə o oyundan bir rollar gedəndə o faciəli surətdə biz hər dəfə, hətta mənim balaca qardaşım nədir? Körpə idi belə, ağlayırdı ki, hətta qurban ol. Onu öldür, qutar. Yazıqdır. Sən bu qədər insanları onun əli ilə özdə nə cür sən onu qıyırsan, nə cür öldürtürsən də. Çünki o bilirdi kimləri nə cür, nətər. Yəni o, bilirsiniz necə, o yenə də deyirəm, mən çox sözü deməyi də istəmirəm. Həyatda, yəni ona aydın idi. O bilirdi kimlər harda, nə cür, məsəl üçün qətlə yetirilib deyib, kimlər hansı nələrdən istifadə edib. O orada artıq onu canlandırmışdı. Tərsinə adımlayan kölgələr o gün dəyməzdi adı qoyulmuşdu. Orada baş verən hadisələrdir. Bunu hamı bilir. Ona görə mənim atamın bizim evimizə hücumlar olub. Yəni bizim evimizə hücum eləmək istəyirlər. Mənim atamın dəfələrlə olub ki, qətlə yetirmək istəyirlər bir Qubada. Ondan əvvəl bizim hörmətli cənab Allah rəhmət eləsin Heydər Əliyev keçmiş prezidentimiz Naxçıvana gələndə artıq Rusiyadan mənim atam dəfələrlə gedib o prezidentimizi görmüşdü. Yəni Heydər Əliyev görmüşdü, görüşündə olmuşdu. Onların böyük bir diyaloqları olmuşdu, söhbətləri olmuşdu. O dedi, mən artıq Bakıya gələndə mən səninlə görüşəcəm. Və o dəfələrlə yenə də deyirəm, bizim hörmətli prezident artıq bizə seçildikdən sonra mənim atam dəfələrlə görüşmək istəyəndə ona imkan vermədilər. Konkret olaraq imkan vermədilər. Vermədilər və hətta
Mənim əmim onu böyük bir bəladan gözün xəbəri də olmadan, o da Qarabağ müharibəsində, birinci Qarabağ müharibəsində iştirak edən qəhrəman bir insan da Kərim Dünyamalı. Yəni onu axırıncı dəfə o öldürmək istəyəndə belə, öldürmək istəyəndə prezident aparatının qabağında mənim əmim onu qoyur. Heç bilmədən, yəni onu gedib o bilib ki, bunu öldürəcəklər, vuracaqlar. O onun üstünə gedəndə əmimi də itələyib atıblar. O minib hansısa maşına minib yolda, qara bir maşına o adam gedib. Amma mənim əmim o atamı demək olar ki, tutarıb. Yəni belə bir söhbət olubdu. Asamın amma ondan xəbəri olmur. Mən cavan qız idim, 17 yaşım vardı. Mənə bir gün gəldi, dedi, o bizə deyir ki, siz evdə qalın. Hər dəfə, hər an nəsə gözlənilə bilər. Amma bizə tam da deyə bilmirdi bir şey. Danışa bilmirdi. Bir gün mənə gəldi, dedi ki, mən istəmirəm, mən yaşaya bilmərəm. Dedim, niyə nə danışırsan? Bilirsən, deyir, qızım, ola bilər ki, məni də oğurlaya bilər. Mənim əvəzimə kimsə gəlib, mənim ailəmdə yaşaya bilməz. Yəni, bir də mənə deyir ki, bax, məsələn, mən çox fikirləşmişəm, mənim ailəmə birdən hansısa bir təcavüz eləsələr, bax, Allah görsətməsin, sənə nəsə bir şey eləmək istəyən insansan, özünü necə qoruya bilərsən? İndi körpəyəm, yəni 17 yaşım var, mən nə bilirəm, mən bir belə baxdım, fikirləşdim, atan da valla, mənim bir dişlərim olar, bir biləyim dedim, ən azından canımı elə qurtarıram, amma kimsə də ondan sonra nəsə eləsə dedim, o Allah qarşısında mən təmizəm. Onda qayıtdı ki, heç mən bunu fikirləşməmişdim, heç mən onu bilmirdim, gözlərdə oldu belə. Yəni, o anlara qədər onun onları yaşayırdı o. Çünki ona axırıncı dəfə mən bu əsər, çox əsərlər, bu əsər haqqında o əsərin ətrafına o nətər deyirlər, qarışqalar olub, bağlı, şiriyyətlər toplaşaraq. Bax, elə bir onun ətrafında canavarlar hazır idi, dişlərini qıcıyıb durmuşlar. O da meydanda tək yalnızaqdı, amma vermirdi özünə elə. Bir dəfə Yaşlılar Birliyinin Quba bölgəsi sədri, mən indi sədrəm, məndən qabaq sədri Yusuf Həsən bəy yerli yazarların görüşə gəldi. Gələndə mən də Slavi Yaşlılar Birliyinin üzvüyəm. Mən də istədim ki, Rahim də gəlsin, həmin tədbirdə iştiraklasın. Quba kitabxanasında, qirayət salonunda görüş idi. Və eyni zamanda Rahim Yaşlılar Birliyinə üzv qəbul olunmuşdu və biletini görməmişdi. Qubada bizim bir dostumuz var, iş adamıdır, həmişə ona yardım göstərib. Ona dedim ki, belə bir tədbir var, dedi ki, Rahimi də gətirək də. Maşın ayırdı, gəldim evlərinə. Qapını döydüm, çıxdı. Biraz xoflu, biraz vahiməli, biraz şübhəli. Dedim, görüş var. Nə görüş? Şah Yastanı, gülə-gülə həmişə olduğu kimi. Kim gəlib? Filan kəs gəlib. Niyə gəlib? Məni istədiyim yox, səni istəmir. Bizi istəyir, mən istəsən də mənimlə bir yerdə olasan da. Axır bunu Gülara xanımın yoldaşı ilə, bunu geyindirdik, bunu axır sapına saldıq, nə mənada, həvəsləndirdik, gətirdik tədbirə. İçəri girən kimi də Yusuf Həsən bəy dedi ki, niyə gəlmirsən? Dedi, niyə gəlməli deyildim, deyir, yox, niyə? Sən mənə söz verirsən, mənim Yaşlılar Birliyinin biletini gətirməliydin. Dedi, mən sənə bilet gətirənəm. Dedi, gətirən deyirsən, mənim yol pulum yoxdur, Bakıya gidib ya. Sən oradan gəlirsən də, sən bölməli sədirsən. Niyə bu gətirmədin? Biraz orada mübahisə oldu aralarında, biz sakitləşdirdik elədik. Dedim, yaxşı, biz gətirərik də. Yəni, o görüş bizim Rahimlə axırıncı görüşümüz oldu. Oradan bir 2 gün keçdi. Həmin dostum iş adamı dedi, xəbərim var. O vaxt mobil telefon yox, heç nədən xəbərimiz yox. Mən kənddə yaşayırdım, Çatıbə kəndində. Onda Qubada yaşamırdı. Gəldim dostumun yanına. Dedi, xəbərim var, yox. Dedi, bizim düşünlərimiz, bizim fikirləşiklərimiz, Rahimin də arzuladığı, Rahimin də getdiyi yol, getdiyi amal, getdiyi oradakı niyyət falan, axır başına gəldi. Rahim yoxdur. Ola bilməz. Söyləyin ki, hansı qaydaya düşdüm, nə hala düşdüm, necə gəldik evə, gördük evi içində, məlumdur da, heç kəs, hamısı göz yaşı, faciə, nətər yaşanar. Bu bir böyük nəhəng yazsın faciəsi. Millət kənd yığışıb, eləyib orada belə. Rahim heç vaxt intiharı planlaşdırmamışdı. Onu ölümü planlı şəkildə olmamışdı. Yəni, özü intihar edib, özü planlı şəkildə, haçansı sövq edib ki, öldürsün özünü. Belə şeylər qəti yaşanmamışdı.
O gecə elə bir qəribə bir hadisə yarandı, qəribə bir. Qəribəliklərin biri də odur ki, biz gəldik anası gelin həyət evindən. Mən başladım o dərdiyim zuğalı təmizləməyə ki, səhər mürəbbə bişirmək üçün. O da aldı tarın, oturdu divanın bir küncündə. Bu elə duyğulu bir, dəhşətli bir, deyərlər ki, musiqi sevənlər necə ola bilər. Mən deyərdim ki, bütün hisslərinə, bütün ürəyinə o çaldı mahnını. Özü bəstələmişdi, elə bil. Bax, elə bil ki, yaşadıqların, görmək istədiklərin, görə bilmədiklərin, arzuladıqların, arzulayıb, arzularına çatmadıqların, bütün o həyatında yaşanan faciələri elə bil ki, bütün çətinliyi, hamısını o əsərdə o çaldı barmaqlarına, çaldı o. Sonra ən axırıncı, ikinci bir mahnısı da bir ay işığı. O gün çox ay işığı idi, çox işıqlı bir gecə idi. Ay işığı mahnısını çaldı tarda. Mən gəldim, oturdum yenə bunun qarşısında, çox kövrəldim, bunu belə bağrıma bastım. Dedim, sənə nə olub, sən çox günü-gündən, saat-saat bir var, günü-gündən, artıq saat-saat elə bir gedirdi bu insan. O adəti üzrə heç vaxt arxa tərəfdə yatmazdı da, üzr istəyirəm. Mən uşaqlarla otaqda yatırdım. Bu yatdı divanda, məndən xahiş etdi, nə olar, sən də gəl uzan mənim yanımda. Dedim, yox bu yaxşı. O divar tərəfdə, arxa tərəfdə yatdı. Mən də qabadım, bu getdi yuxuya. Mən də getdim. Getdim, haradasa saat 12-dən sonra olan vaxtları idi. Deyə bilmərəm, yarım saat yatdım, 1 saat yatdım. Onu təxmin deyə bilmərəm. Bir dəhşətli yuxu gördüm. Elə bir ki, yuxuda incik kimiyəm, qaynatamın qəbrinə belə durmuşam. Həmən bax bu ağacdır, həmən palıd ağacıdır. Bu onda balaca qələm idi. Durmuşam belə, belə baxıram. Amma məzar yoxdur. Məzar yoxdur. Həmən məzar qədər yer, bax beləcə bu hündürlükdə, elə bir günəşə baxanda isti gündə günəşin qabağı necə qaynayır, belə işıq. Qaynar görünür, istidən qaynır. Elə bax, bura elə bir yanırdı, qaynayırdı. Bax, bu hündürlükdə qaynayırdı. Bax, qoyulduğu qədər yer elə bir ki, yanırdı. Yanırdı. Mən onu gördüm. Bunu mənə Allah ayan elədi. Ki, bax, onun qoyduğu torpaq vaxtsız gedir deyə belə bir istedad, belə bir insan vaxtsız gedir deyə elə bir torpağı da yanırdı. Torpağı da alışıb yanırdı. Mən bu möcüzəni gördüm. Allah mənə onu göstərdi. Bir də onu gördüm ki, başıma vurdular. Başıma elə bir ki, qapaz deyildi da, başımda ağrı. Durdum, ayıldım. Ayıldım. Gördüm ki, başımda bir ağırlıq var, əl yeri var başımda. Hiss eləyirəm ki, elə bir ki, vurulan əl, əlin gücü var orada. Belə baxdım, elə bildim ki, rəhmətli yoldaşımdır. Əmoğludur, əli deyib də mənə bir də. Gördüm, çox elə gözəl, sakit yatıb ki, elə bir ki, nə deyim, məsum uşaq kimi. Çox sakit, rahat yatıb. Durdum, oturdum belə, gördüm ay işığıdır. Bütün evi izlədim belə, gözümdən nəzərdən keçirdim. Gördüm şəbənd, ay işığı belə. Belə gezdim, gördüm otaqların qapıları, sonra bizim yemək stolumuz, onun yanında da Rahim müəllimin yazı stolu, balaca stolu idi, üstündə ancaq makinası işləyirdi və yaxında da balaca qədimi evlərdir də, taxça deyirdik biz. Oralara yazılarını qoyurdu belə. Gördüm pis mənli stolla, amma başım da ağrılıdır. Pis mənli stolla, bunun yazı stolunun arasında insan boyda, təxminən, qəribə bir məxluq. Heyecanla mən qorxmur. Belə çox həqiqətən mən heyecan. Məndə bax ağır xəstəlik keçirən insan olmamışam. Məsələn özümdən getmə xəstəliyi. Məndə heç vaxt da belə qorxu, hər şeydən qorxan belə bir insan olmamışam mən. Mən qaranlıqda da durmuşam. Bu saat duraram, gəzərəm qaranlıqda həyəti, hər yeri. Məndə heç vaxt o qorxu hissi olmayıb. Gördüm həqiqətən doğrudan da ay işıqdır. Hər şeyi görürəm, necə var elə. Amma tükün içindədir bu məxluq. Tam tükün içindədir. 2 dənə böyük gözləri var. Baxıram, görürəm makina, stol və qeyri.
Uca dilim tutuldu, şoka düşdüm. Şoka düşdüm, qışqırdım. Qışqırdım, dilim açılmadı, nə istəyə bilmədim. Mənim qışqırığıma durdu əmoğlu, durdu. Nə olub sənə? Mən də belə elədim. Yəni ki, nəsə var da, adını belə. Nə olub sənə? Baxır hər yerə, görəcək, tutdu məni qucaqladı bu. Mənə neçə dəfə bismillahdır, bismillahirrahmanirrahimdir, bismillahirrahmanirrahim. Mən nə qədərdən sonra, bu çox təhkidindən sonra, amma görürəm həmən məxluqu. Görürəm. Təsəvvür eləyin, Allah sizlərin uzaq eləsin. Bir daha heç kim yaşamasın, mən də bir daha heç vaxt yaşamayım. Gördüm ki, elə bil burada bir şey baba gəlir beynimdən başına. Elə bil ki, işığın zərrəsi qədər o məni bitişsə mən gedəcəyəm. O məni gözlərini məhv eləmək, öldürmək istəyir. Öldürmək istəyir. Mən güclə bu sözü dedim. 3 dəfə təkrar etdi mənə. Dilim açıldı, bizə elədim. Gördüm ki, qabağımdakı yoxa çıxdı. İnanın, yoxa çıxdı qabağımdakı. Mən də bunu belə sıxıldım, bu məni qucaqladı, mən də sıxıldım sinəsinə. Beləcə başımı qoydum və getdim bununla. Bu mənim bərkəy sıxdı, heç nə qorxmadı, heç nə yoxdur. Mən amma buna heç nə demədim. Demədim ki, mən nəsə gördüm. Mənim gözümə nəsə göründü və burada nəsə var, kimsə də yox, nəsə var idi, qeyri-adi bir məxluq. Yatdım, deyə bilmərəm yenə, təxminən. 1 saat yataram, yarım saat yataram. Bir də gördüm bir qışqırıq. Ay Rahim, ay Rahim, ay Rahim. Faciəli şəkildə. Rahim, Rahim. O da durdu, mən də durdum bir anda. Şəbəndin qabağında, düzdür, payızlı peçi götürməmişik. Ceyran peçi vardı, qaz peçi. Bu üzündə bu durdu, bu üzündə mən durdum bir üzündə. Və məni əsvə tutdu. Burada ceyran peçi vardı. Bu peçi yox idi. Yoldaşım burada, mən də burada. Bu üzdə. Və mən birdən əhvalım pis oldu, tezdən şoka düşdüm. O pəncərədən əmimin gəlini çağırdı ki, bəs həyətdə adam var, pəncərənizdən qalxmaq istəyir. Belə bu vaxtı bu hissədə, indi yoxdur, Rahimin burada tüfəngi vardı, burada da onun tarı vardı. Tar indi yoxdur. Tar vardı burada. Bir də patrondaşları vardı, güllələr vardı burada. Durdu o, aldı tüfəngi əlinə, götürdü patrondaşdan güllələr, boş tüfəngi ilə doldurdu və istədi ki, ağ qapını açsın, çıxsın. Mən ona icazə vermədim. Mən qorxduğum üçün ki, Rahimə nəsə həyətdə nəsə eləyərlər. Ona görə o gecə qoymadım və o gecənin faciəsi başladı. Mən əsirəm yarpaq əsən kimi. Çox pis. Birdən gördü ki, mən uca yoxam, mən gedirəm. Və özün tutdu, qışqırdı əmgəlini. Əmgəlini, nə oldu sən, nə deyirsən? Sən öldürdün Gülarəni. Uca ona cavab olaraq, mənim yoldaşım belə dedi ona, rəhmətli əmoğlu. Dedi, nə oldu? Dedi, sən öldürdün Gülarəni. Öldürdün. Bizim bu qışqırığımıza, bizim bu səbəbimizə uşaqlarımın üçü də, kiçik oğlum 9 yaşı vardı, böyük qızım 17 yaşında, ikinci qızım da deməli 12 yaşında. 11 yaşı 12 yaşa təzə keçmişdi. Bunlar durdular elə bir ki, belə heyecanlı gəldilər. Qayıtdı, dedi ki, tez olun. Biz də elə şeylərə inanırıq, ibadətə gedən insanlarıq. Bir həftə ondan qabaq mən bir pirə getmişdim. O Təkişə Möhüş kəndindədir, ağır bir evliyalardır. Oradan tütüyə gətirmişdim. Elə bir o anda deyir, gedin anı üçün tütüyə gətirin. O hələ şeylərə inanırdı. Və tütüyə gətirin, tez uşaqlar getdilər, tütüyə soydu. Mənə indi bunu içirir. Uşaq arva orada qalıb pəncərədə, həmən qadın. İçirir mənə, mən uca özümlə deyiləm. Suyu içə bilmirəm. Bax, töküldü belə. Uşaqlara da içirtdi. Və qayıtıb uşaqlara dedi ki, gələnlər də gördü. O stolun üstündə də vardı elə tütüyə. Belə xıdırzını olan daşları, belə bunlar. Uşaqlar, ata sən də işdə. Dedi, mənə əhəmiyyət verməyin, yeçin söz. İndi də uşaqların deyir ki, biz üzümüzə başlaya bilmirik, gəlir ki, atamız da içərdi. Bəzən insanlar mühümmatlı belə şeylərə inanmırlar. Amma bunları biz həyatımızda yaşamışıq. Elə bir o anda məndən o vəsvəsə getdi. Mən elə bilirəm ki, insanı ağırlaşdıran onun ruhudur. İnsana çəki verən onun ruhudur, mən elə bilirəm.
Mən elə bir ki, bir yarpaq kimi idim, çəksiz idim. Mən elə bir vəziyyətim, çəksiz. Məni götürüb, gətirib qoydu kresloda oturtdu. Oturtdu. Ondan sonra getdi. Əm gəlir, nə olub sənə, niyə qışqırırsan, nəsə sayköydə. O da qayıtdı ki, həyətinizdə oğru var. Buna. Dəsə oğru var buralarda. Bir həyətdəyik də. Həyətdə oğru var. Dedi, nə demək, oğru nədir? Dedi, hə, həyətinizdədir, oğru var, oğru gəlib, oğru var. Oğru var deyəndə, bu dedi, ola bilməz. Tez rəhmətli əlin atdı tüfəngə. Tüfəng divarın bir başının üstündə tarı vardı. Qarşı tərəfdə divarda da tüfəng vardı. Yanında da patrondaş. Patronlar. Qayıtdı tez o patrondaşlarını doldurdu tüfəngi. Doldurdu. Çıxmaq istəyəndə mən yenə həmən o vəziyyətə qayıtdım. Ağladım. Dedim, çıxma. Elə bildim ki, bu saat çıxan kimi bunu öldürəcəklər. Bu öləcək. Dedim, çıxma. Mənə eşitdi. Allaha and olsun. Eşitdi məni. Çıxmadı. Qayıtdı, dedi, əmgəlini, de görün mənə, nə oğru, qorxmayın. Bu nədir? Belə hələ biz bir qədər, siz də qorxmayın. Bax, mən buradayım. Mən Gülarə vəziyyəti yaxşı deyildi. Mən düşə bilmirəm həyətə. Heç vaxt elə təsəvvür eləyirəm ki, heç vaxt o qorxub yox ha, mənə görə. Gördü, mənə vəziyyətimə görə. Dedim, sən yerə düşən ki, mən öləcəm. Bu düşmədi. Düşmədi. Hələ evdəcə fırlandı pəncərənin yanından. Bir də gördük ki, yenə gəlin dedi ki, ay əmioğlu, o da əmioğlu dedi bizi dinlə. Pəncərə üzdən kimsə qalxmaq istəyir. Kimsə qalxmaq istəyir. Bu da dedi, heç kim qorxuda yenə təkrar düşmək mən qoymadım. Elə belə biraz sakitlik oldu. Elə deyilsə səhərə yaxın idi bu hadisələr. Deməli, kim o ki əsər üçün gedəndə kimə ki vermişdi o əsəri? O əsər həmən adama deyib ki, o adam deyib, sən niyə gəlmirsən bura? Həmən kimə də veribsə mən bilmədim o əsəri. Onun adını da hallandırmadı. Deyib, niyə gəlmirsən? Sənə demişdi yaxı, 10 gündən sonra gələrsən. Xəbər eləyəcək, telefonla zəng eləyirsən, qəfil niyə? Bu da deyirdi ki, gəlib. O mənə niyə elə sual verdi ki, niyə gəlmirsən? Qəfil. Və sonra deyib, sən nə ürəyinə bu əsəri yazmısan, sənin bütün ailə və hər şeyi bilirsən, məhv eləyəcək. Sən onca məhvə doğru gedirsən. Səni ailəni, balalarını qıracaqlar, öldürəcəklər. Sənin kökünü kəsəcəklər. Mənim atam olmağın işığı yandırıb ki, istədi çıxsın çölə, anam qoymadı. Dedim, oğlan, ola bilər ki, o qonşunu da qəsdən, qonşunun heç xəbəri olmazsa heç nədən, çiriz qonşunun əli ilə kimsə sənə nəsə eləyə bilər də, sən mütləq çıxarsan, sən vurarlar. Işıqla çıxarsan çölə səni vurarlar. Bir dənə bu idi. Bu əslində nişangah mənim atam həmən o özünü öldürməsəydi, yəni özünə qıymasaydı da, mənim atama onu eləyəcək. Tamamilə başqa eləyəcəklər. Ona görə də elə həmən gecə ilə, məsəl üçün, gecənin bir aləmi nəsə sakit idi. Uşaq hamımız durmuşuq ayağa, qorxu içində, həyəcanla, faciəli bir, nə bilim, oradan qışqırır, buradan qışqırır. Nə bu oğru oradan düşdü, belə getdi, buradan gəldi. Hətta həyətimizdə səslər də eşitdik. İstərsimiz həmən gecə çox vahməli bir gecə oldu. Mənim də atamın ov tüfəngi var idi. O vaxtı Bakıyan polis prokuroru gələndə Zakir müəllim, Kərimovun dostuydu. Ona hədiyyə eləmişdi. Ovçular İttifaqının da üzvüydü. Ovçular üzvüydü də oranın. Qoşal ülək avtomat üləkdir. Yəni tüfəng idi. Təzə tüfəng idi. Həmişə də onun içi dolu oldu. Prosto bir dənə belə keçirdim, avtomatı keçirdim, hazır idi. Bu atam qayıtdı ki, hər şey səhərə yaxındır, yatın səhər tezdən hər şey aydın olacaq. Mən də belə gəldim, mən də girdim otaqda öz yerimə yatdım, bacım da, qardaşım da, anam ancaq oturub atamla. Həm də hələ dünyaya gəlməyən bacım da 5 aylıq anam hamilədir. Oturduq, uzandıq, yatdıq, uzanmışıq yerimizə, amma kim yata bilər? Heç kim yata bilmir. Bu anda elə bir ki, qardaşım narahat oldu. Şu 10 yaşı var idi. Ayana dedi, mən qorxuram. Anam qayıtdı ki, əmoğlu bəlkə götürək öz yanımıza qoyaq, divanda qoyaq uzansın. Dedi, yox dedi, narahat eləmə uşağı, səhər açsın onsuz da. Gir uzan yanında,
Mən уже yatmıram da, buradayam. Heç bir problem yox. Kimin ağlına gələrdi? Heç kim. Anam gəldi, belə uzandı. Atam gəldi, belə örtdü üstünü. Sonra gəldi bacımın yanına, mənim necə yadımdadır. Onun da üstünü örtdü. Mən də universiteti vermişdim, ingilis dilindən kursuya düşmüşdüm. Bizim də fikrimiz bu idi ki, ata-baba Bakıya gələcək, yəni ev tutacaq, o öz işləri ilə məşğul olacaq, mən də oxuyacağam. Gəldi belə gəldi, mənə yaxınlaşdı. Üstümü örtmüşəm, belə əlləri ilə belə üstümdə yorğanın üstünə beylədi. Qaldı mənə dedi ki, mənə bağışla. Ata sən üçün iş edə bilir. Dedim, ara, belə niyə edirsən ki? Niyə iş edə bilmədi? Elə bilməzsə bizim yaratırız, bundan sonra da. Neyse, onu dedi, belə getdi. Çıxdı çöl. Mənimə yaxlamışam, heç kəs yaxlayır. Elə o hiss edir ki, orada desən sigaret çək, sigaretin hiss edir ki, sigaret çəkir. Bu oyunkində mən də belə üzü belə yatmışam. Üzü elə bir ki, belə. Bir də onu görürəm ki, elə bir ki, gözümə elə bir görsənir də. Bəlkə də həmən momentindən sonra insan onları xatırlayanda elə bir şey ki, onlar bir işarədir. İnsanlıqda bu qədər əsəbdən sonra, həyəcandan sonra bir də gördüm ki, elə bir ki, belə patologdan üstümə ağ belə bulut formasında, içi boş ağ ürək kimi. O sigaretin tüstüsü dumanı nətər ürək forması alır. Elə bir şey, ürək kimi belə asta, elə bir gəlib bura, mən də elə bir yuxa aparan kimi, amma görürəm də elə bir onu. Ürək kimi, tüstü duman kimi. Elə bir gəlib tam çatar-çatmaz bir ani bir səs, o qısa bir səslə, belə möhkəm dəmir səs ilə atamın çığlıq səsi. Belə böyük bir səs. O ona qarşıdı, bu ona qarşıdı. Onda da hər kəsən özünə xatırlayırdı. Kim? Amma mən bilirəm ki, mən durdum, birinci mən qaçdım. Qaçdım, gördüm atam divanda elə bir ki, bir əli belə qoyub divana, bir əldə belə gözləri açıq, amma mən gözüm görmür tüfəngi hələ. Mamakinə gəldim belə qolundan, bu mənim qoluma belə, dedim, ay ata, sənə nə olub? Belə bax, o mamakinə durur, mamam gəlib, anam gəlib, uşaqlar hamımız başı üstündəyik. Anam qaldı ki, əmoğlu özüm vurub. Anam atama əmoğlu deyir. Əmoğlu özüm vurub deyəndə, baxdım ki, bu tüfəngi elə bir ki, ayağı ilə o, nətər deyirlər o, aftan o, çaxmaqla, onu ilə vurub elə bir ki. Bir də belə çəkdim, gördüm ki, bu qədər içirdilən ön tütüsü orada elə bir ki, çıxır, amma qan çıxmamışdı. Uca səs, küy, uca o getdi də. Yəni, bir dənə o yadımdan qalıb ki, belə baxdım gözlərinə, mən nəfəs verdim. Ağlıma şey gəlmir. O gedir, zaten gedir. O barıt, qoxu, o mənim nəfəsimə geçdi. Amma bir dənə onun gözlərində onu gördüm ki, o peşmandır ki, ki məni qaytara bilirsə qaytarım. Yəni, peşmandır. Onu elədiyinə peşmandır. Amma o getdi. O qurban oldu həmən o əsərin, həmən öz dövrünün. Heç yuxuya getməmişdi. Bir də gördük ki, bir səs gəldi. Elə bir ki, balının qapağı atar, belə qəribə, çox güclü yox. Çox qəribə boğuq səs gəldi. Səs gəldi, bir anlıq dedim, görəm bu nə söz olar. Məndən qabaq uşaqlar, mən durdum, böyük qızım daha cəld durdu. Mən çıxdım bayıra, gördüm, belə iki ayağın arasında tüfəng düşüb, belə lüləsi özü tərəfə. Amma mən elə bir ki, yenə təzədən elə bir şoka düşdüm, dayandım qapının içində. Uca buna yaxın gedə bilmədim. Yaxın gedə bilmədim, böyük qızım. Getdi, tez aldı tüfəngi, aldı bunu, gözündən yaşlar belə gəldi. Ondan sonra ağzından qoxu, qızım o belə bir qoxunu. Gözündən yaşı elə bir ki, yəni ki, xilas eləyin də mənə elə bir şey. Acı gəldi ondan. Acılı baxışı. Qışqırdı qızım, fəryad elədi. Atam öldü. Amma qan çıxmamışdı. Qan çıxmamışdı. Durduq belə, mən özümə gəlmirəm. Bu uşaqlarım qaçdılar. Hətta elə qapını yerini tapa bilmirdilər. Qaçdılar. Elə bir ki, bir qonşum gəldi mənim. Kişi xeylağı idi. Elə bir hazır idi. Geyimli, kəcimli. Sekunda oradaydı. İndi ölüblər, Allah rəhmətsiz rəhmətə gediblər.
qarşı qohumluq vardı da elə bir. O da belə yuxarı dairələrin bir cüsudası ki bir insan idi. Bir an mən özümlə deyiləm. Sonra gördüm bütün icradan gəldilər, prokuror gəldi, ondan sonra polis naçalnik gəldi. Mən onlara çox üsyankarlarına davrandım. Çünki bilmədiyim Rahim müəllim hara ayağını qoydu, nə edirdi? O bir dənə gizli o 3 günün məsələsindən başqa nə olurdu, kimlə görüşürdü, kim ona nə verirdi, məsəl üçün də ümidlər verirdi, gəlib bölüşürdü. O vaxt o prokuror ona demişdi ki, mən sənə üçün imkan eləyərəm, sən çıxıb Türkiyəyə gedərsən. Səni burada sevmirlər. Rahim müəllim, sənə bir yaxşılığım o olar ki, sənin üçün imkan yarataram və gözlədi. Bir uşaq anasını gözləyən kimi, bir uşaq ki, bu nəsə mənim üçün eləyəcək, mən elə bir o dərəcəyə gəlmişdi ki, çıxım gedim bu əsəri çap elətdirim. Mən axırıncı o köməkliyi gözləyirdi o ki, çıxsın getsin. Sonra onlar gəldi, 3 dəfə ölümündən Bakıdan gələn sonra getdi o naçalniki görüşünə, ona imkan verməmişdi, onu görüşsün eləsin. Sonra o gəldi, mən də qayıtdım, dedim ki, gözlədiyiniz gündür. Mən də bunlara açığı. Mən üsyan elədim onlara. Onlar bir kəlmə, meyiti götürün deyəndə mən onu qəbul edə bilmədim, dəhşətə gəldim. Dedim ki, nə meyit, bunu gözləyirdiniz, o ölməyib dedim. O heç var, o ölü deyil. Ölən sizsiz dedim. Ölü sizsiz mən bunlara. Mən inanıram, onun gələcəyi var. O kimliyin gələcəkdə sübut eləyəcək, onu biləcəklər. Amma sizsiz dedim. Ölülər sizsiz dedim. Mən bunlara nələr demədim, mən çox şeylər dedim. Məndən asılı deyil, daxilimdən gəlirdi. Hətta mən üzr istəyirəm, kreslonu qaldırdım ki, kiməsə bir zədə yetirim. Belə qaldırdım kreslonu və əlimdən aldı, kreslo düşdü, kreslonun ayağı sındı. Mən elə bir vəziyyətdə idim, üsyankarcasına. Sonra məni itələdilər, atdılar otağa və elədilər. Bir anda cəmaət çox yığılmışdı. Mən bağına sığan kim, mənim bir müəllimim vardı. O gəlirdi, mənə gözümü yaşın bir yaxın adam vardı o da. Sər elə biri var idi ki, lap dəhşətli, onu dedim. İçmişdi, dəhşətli, içki qoxusu gəlirdi. O da gəldi, məni də qucaqladı, qoxudan daha da pis oldum mən. Necə bu insanı itələdimsə, getdi düşdü adamların üstünə. Belə çox üsyankar olmuşdum. Onu deyərdim ki, ölən günü onun bütün əlyazmalarını yığışdırdılar, gətirdilər ata evinə ki, qohumlarına. Bəs nəsə ziyan toxuna bilərlər də bu əlyazmalarına, nələrinə belə. O cümlədə makinasını apardılar, gətirdilər. Onda bir an oturmuş sakitlik idi, bir də gördüm makina səsi gəldi. Durdum, qalxdım ayağa, açdım qapını, gördüm otaqdan, qışqırdım. Çox pis mənə təsir elədi ki, necə ola bilər ki, siz bu makinanı tıqqıldata bildiniz? Necə qəbul elədiniz bunu? Onu güc və hakimiyyət axırına çıxdı, məhv elədi, öldürdü. Qalib gəldi ona. Rahimə qalib gəldi.